Axşamınız xeyir olsun komanda. Xoş gördük hər birinizi. Deməli, bugünkü mövzumuz əslində burada olan e, bir çox əməkdaşların öz uğur tarixçəsi olacaq. Artıq Siberian Wellness şirkətində olmaq artıq bizim uğurumuz deməkdir. Ola bilər ki, dərəcə baxımından hələ istədiyimiz ranglara çatmayaq, amma Siberian Wellness-ın özündə olmaq artıq uğur deməkdir. Çünki biz artıq belə bir şirkətlə tanış olmuşuq, belə bir şirkətin keyfiyyətli məhsullarını istifadə edirik, özümüz, yaxınlarımız, əzizlərimiz bununla öz sağlamlığımızı qoruyuruq və üstəlik artıq biznes yolunda da müəyyən addımlar atıb, müəyyən uğurlara artıq çatmışıq. İstəyirəm qızlarımız başlayaq. Siberian Wellness-ın ulduzları, mənim ulduzlarım başlayaq. Hərə öz Siberian Wellness-ın tanışlığından danışsın. Axırda da inşallah mən yekunlaşdıraram. Söhbəti bağlayarıq. Buyurun. Kim birinci başlayacaqsa buyursun. Sevinç xanım buyur. Səbinə danışdın. Yol böyüyündür. Səbinə bir iki dəfə gəlib bura. Ona görə istəyirəm Səbinə danışsın. Olsun. Axşamınız Buyur. xeyir. Salamlayıram hər kəsi. Təşəkkürlər Seva. Daha sözüm yoxdur da. Seva ürəkdir də əməlli başda. Mən də elə onu fikirləşdim ki, Aydan xanım həmişə deyir, ilk göz ağrım, ilk göz ağrım. Dedim, bəlkə mən danışım. Çünki biz Aydan xanımla bu yolda Aydan xanımın təzə başlayan vaxtlarında mən onun komandasına daxil olmuşam. Biz demək olar ki, biznesin əlifbasını bir yerdə öyrənmişik. Çünki təlimlərə bir qoşulmuşuq, təzə başlayan vaxtımız idi. Düzdür, bizim işimiz elə bir işdir ki, bir gün bizdən əvvəl yazılan adam belə bizdən təcrübəli sayılır. Və mən ora komandaya daxil olanda Aydan xanım kifayət qədər vaxtı, yəni o təlimlərdə keçmiş adam idi, işin artıq özünü bilən adam idi. Amma yenə də inkişaf etmək üçün biz təlimlərə birgə qoşulurduq. Yəni bizim rəhbərlərimiz təlim zamanı olurdu ki, birbaşa bizim ikimiz təlimdə olurduq. Ümumi təlimlərə qoşulurduq. Bunun özü də xüsusi bir adamı belə sevinç hissi, bilmirəm, izah eləyə bilmirəm öz hisslərimi. Yəni rəhbərlə eyni addımlamaq bu hər də elə balaca bir şey deyil əslində. Amma biraz da məsuliyyətli bir şeydir. Niyə? Çünki həmin o addımlarda rəhbər qalxır, sən yerində addımlayanda biraz adama şey gəlir, necə deyim sizə ki, yəni bir növ onu yarı yolda qoymuş kimi olursan. Yəni mən heç zaman istəmərəm, nə özümə arzulayıram bunu, nə də komandadakı digər qızlara. Çoxları mənim tarixçəmi bilirlər. Biraz qısa deyim, çünki tarixçə həqiqətən uzundur. Yəni bir neçə yollar keçmişik ki, bu komandaya gəlməyimə görə. Əslində mən şirkət 2011-ci ildə Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçəndə mənim şirkətdə qeydiyyatım var idi. Sadəcə komanda olsun, məhsulların izahı baxımından, yəni biznes planının izahı o qədər mükəmməl olmadığına görə görünür ki, o səbəbdən mən qalmamışam. Hər işdə bir xeyir var. Neçə ildən sonra, təsəvvür edin 2011-ci ildə mən qoşulmuşam 2019-cu ildə. 2019-un dekabr ayıydı, səhv eləmirəmsə. Demək, uşaqlarda problem var idi. Bir çoxlarında olduğu kimi mən də bura sağlamlıqdan gəlmişəm, işə başlamışam. Uşaqlarda qurparazit problemi var idi və 2-3 ay olardı ki, mən onlara aptek vasitəsi vermişdim. Və biz bilirik ki, həmin dərmanları 6 ay keçmədən orqanizmə təzədən vermək olmaz. Niyə? Çünki qaraciyərdə qarşısı alınmaz problemlər yarada bilər. Hormonal disbalans yarada bilər. Xüsusilə də uşaqlarda ağır nəticələrlə sonuclana bilər. Ona görə mən fikirləşirdim ki, nə edeyim bu uşaqlara? Çünki həqiqətən qızın son bir ildə idi, boyu artmırdı. Mən ona parazit dərmanı versəm belə xeyri olmurdu. Yaxın bir xanım bizdə idi, bacımın rəfiqəsi. O cümlədən də Aydan xanımın sinif yoldaşı. Görün biz necə tanış olmuşuq. Mənə
Dedi ki, bəs Nəcəb, sən daha çox belə təbii şeylərə üstünlük verən adamsan. O vaxta qədər də hər şey təbii üstünlük verirdim. Həkimlə məsləhətləşirdim, daha çox təbii şeylərlə uşaqları problemi olanda həll eləyirdim. Təklif elədi mənə ki, bəs biz qardaşım oğluna eləyirik, müəyyən məhsullar ki vermişik, çox qəşəng təsir edib ona. Ona görə bəlkə sən də istifadə eləyəsən. Dedim, hə, olar. Sibir qızları mən eşitmişəm, xüsusilə də qeydiyyatım olub deyə bilirəm. Şirkət haqqında məlumatım var, amma yəni 9 il, 10 il bundan qabaq istifadə eləmişəm. Bir tanışım da var idi. Mənə dedi ki, hədiyyə olaraq mən sənin üçün bir-iki məhsullar, onları verərəm, uşaqlara verərsən. Məhsulları aldım, amma izah düz deyildimi, ya mən biraz məsuliyyətsiz yanaşdım. Uşaqlarda o effekti ala bilmədim. Sonra bir müddətdən sonra Aysel mənə Aydan xanımın nömrəsini atdı. Mən Aydan xanımla danışdım. Uşaqlar üçün müalicə götürdük. Bir ayın içində uşaqlarda super nəticə oldu. Yəni Damlanın, qızımın bir aydı, bir il idi. Son bir ildə boyu artmırdı. Bir ayın içində uşağın boyu 8 santı, 4 santı, 4 santı artdı. Yəni bu bilirsiniz nə deməkdir? Çünki son bir ildə boyu artmayan uşağın birdən-birə və bu 4 yaşına çatan uşağa mən trigelin verdim. Təsəvvür edirsiniz, məni qurtlar o qədər yığmışdı ki boğaza. Halbuki trigelimin göstərişində nə var? 7 yaşdan sonra. Narahat olmayın. Mən arıq, çəlimsiz bir uşağa əgər onu vermişəmsə və super nəticə almışamsa, siz də hər uşağa verə bilərsiniz. Bir şərtlə ki, mədə bağırsağında hər hansı bir problemi olmasın. Demək, ilk dəfə biz ondan 4 yaşına çatan bir uşaqdan ilk dəfə acımışam sözünü eşitdik. Yəni vaxta qədər o uşaqda acımışam, yemək yox. Hər demişəm ona danışıram ki, uşaq deyir ki, demək 3 gündür verirəm məhsulu. Qarın işləyir, parazitlər tökülür. Və mən onu bilmirdim necə. Həmin anda xalam qızı bizə gəlmişdi. Baxdı, dedim ki, bəs belə bir şey verirəm uşağa. Baxan kimi dedi, bu parazitin yumurtası deyə. Bu uje şeylə tökülür də, lağlaq tökülür əməlli başda. Mən sevindim əslində, çünki məhsulun belə 3 gün ərzində belə super nəticə verəcəyini inanmırdım. Xüsusilə də acımışam sözünü deyəndə anam mənə baxır, mən anama baxıram. Adətən normal insan durar, uşağa yemək verər. Biz şokdayıq. Və bir ayın içində mən onu hiss eləmədim. Sadəcə kənardan baxanlar mənə dedilər ki, elə bir ki, damlağı rezin kimi dartıb böyüdümsən. Çox maraqlı bir şey. Bu nəticəni aldım. Ondan sonra Aydan xanım mənə təlimə dəvət elədi. Mən gəldim təlimə. Yolum uzaq da olsa nəticə görmüşəm axı. Yəni şirkəti tanıyıram, bilirəm, amma özüm nəticə almışam. Gəldim təlimə. Təlimdə gördüm ki, allergiyadan danışırlar, qaşınmadan danışırlar falan belə. Dedim ki, bəs mənim yoldaşımda da o problem var. Dedim, evə gedim danışım neysə. Gəldim evə. Aydan xanım sağ olsun, Elxan əmi ilə o vaxtı danışdı. Müalicə təyin olundu. Telefonla danışmışdıq. Aydan xanım yadınızdadırsa, mənim yadımdadır. Mən bütün problemlər, çünki bu yoldaşımda da ağır bir yanıq keçirmişdi, yanıq xəsarət almışdı. 4 aya qədər bu adam evdə tərpənməz halda yatmışdı. Yəni yanıqlar, yaralar o qədər bərbad gündə idi ki, biz həkim gətirirdik evə, privaska edirdilər falan, neysə. Ondan sonra bu adamda qaşınmalar yaranmış, allergiya yaranmışdı. Və biz onu 4 il ərzində nə qədər həkim aparmışdıq. Dermatoloq, infeksionist, allergoloq, heç kimin kömək edə bilmirdi. Yalnız dərman, sitrizin tərkibli dərmanlar, bunlar da bilirik ki, böyrəyə ziyandır. Hətta mən deyirdim ki, inan, yanıqdan sən rahat çıxmısan, Allah sənin evlatlarına bağışlayıb. Amma bu dərmanlarla heç axırımız yaxşı getmir. Onu bir təhər yola gətirdim. 4 il həkimlərin bütün müalicələrindən keçən adam, heç bir xeyir görməyən mənə dedi ki, mənə o boyda həkimlər bir şey deməyib, sənin otların mənə nə edəcək? Biraz 1-2 gün danışıqlardan sonra isə yola gətirdim, içdi. Təsəvvür edin ki, hər gün qaşınan və hər gündə 4 dəfə dərman içən adam 3 gün ərzində o qədər öyrənib ki, qaşınmazlığını hiss eləmir. Adətkarda olub. 3 gündən sonra soruşdum ki, bəs qaşınma var səndə? Birdən baxdıq bir-birimizə, dedi, yox. Və həmin anda mən özüm də müalicə götürdüm. Mənim də xroniki bağırsaq qəbizliyi problemim var idi. Müxtəlif bununla yanaşı problemlər var idi. Və mən də şirniyyata qarşı həvəssizliyimi görürdüm, hiss edirdim. Biz bir-birimizə baxdıq, dedik ki, aha, deyəsən həqiqətən bizə də təsir edir. Beləcə super nəticə aldıq, yəni qısa kəsim. Qəşəng nəticə aldıq, onun problemləri düzəldi, mənim problemlərim, uşaqlar super vəziyyətdə. Və mən, Aydan xanım deyirdi mənə, hamımız kimi də əvvəl gələn necə dedi, əşi, işim də var, işləyirəm, vəbşə qulağıma girmir, yəni
olar olmaz da belə. Amma yenə də məndən nəsə soruşan olanda, məndən nəsə istəyən olanda mən Aydan xanımın nömrəsini verirdim. Aydan xanım yazırdı. Sən demə, Aydan xanım da bir-iki nəfər üçün bonus kartı açdığına görə, çünki qeydiyyatı mən bacarmırdım onda. Bir gün zəng elədi mənə ki, Aydan xanım, bəs sənin xəbərin var, sənin komandan var. Demək, o vaxtı 500 ballıq komanda var idi. Bu 500 ballıq komandada demək 460 balım var. 40 bal çatmır. Və dedi o 40 balı sən tamamlasan, ay sonunda 100 manat sənin gəlirin olacaq. 100 manat. Kim oturan yerdə gəlir adama pul verir. Mən də fikirləşdim ki, o 40 balı 40 manatla düzəltsəm, o tərəfdən 100 manat gəlsə, mən yenə də 60 manat qabağam. Bunu elədim. Pul çox şirin şeydir həqiqətən. Elə o vaxtdan artıq qərar verdim ki, mən işləyəcəm burada. Bilirsiniz niyə görə? Bu bir balaca şirin şey də deyirik, amma biraz oturub dərindən fikirləşəndə puldan da vacib bir şey var idi. Yəni sırf mənim üçün puldan vacib bir şey var idi. Niyə? Çünki 4 ildə əziyyət çəkən həyat yoldaşım düzəlmişdi. Hər şey qaydasında, hər şey yeyirdi. Yeyən adam, yeyimcil adam, heç nə yeyə bilmirdi ki, qaşınır, dəri qızarır, diskomfort hissi yaşayırdı. O düzəlmişdi. Özüm düzəlmişdim. Neçə ildən sonra, yəni yaşımı hesablaya bilməyəcəm o vaxtda. 33-34 yaşlarında da bu yaşımda mən artıq şirniyyata yox deyə bilirdim. Yəni ümumiyyətlə biri var adam özünü məcbur edir, biri də var ki ümumiyyətlə istəmirdim və bu mənim üçün böyük bir proqres idi. Sonra uşaqlarda olan nəticə, yəni ətraf hamı görür, artıq hamı soruşur ki, uşaqlara nə verirsə, özümün əsəblərim düzəlib. Bir dəfə təlimdə danışmışdım ki, artıq ətraf bilirdi ki, demək məhsullar işləyir. Yəni bilirsiniz necə, pulla hesablanmayacaq bir məsələ, ailənin sağlamlığı bərpa olunmuşdu. Mən onu təmin edə bilmişdim. Ondan başqa neçə insanlara artıq mən yol göstərmişdim, kömək olmuşdum. Pul qazananı az da olsa pul qazanırdı, çünki bizim cashbackimiz də pul sayılır. Yəni gəlir sayılır. Çünki heç bir aldığımız marketdən, aptekdən aldığımız məhsullara görə bizə yenidən pul qaytarmırlar. Xüsusilə də bizim bonuslar kimi. Yəni çoxları bilirlər ki, bizim bonuslarımız digər şirkətlərin biznes planından müqayisədə həddindən artıq çoxdur. Onun yəni kimlərəsə kömək olmuşdum, uşaqlarının problemini həll eləmişdi, kimlərsə özləri problemlərini həll eləmişdi. Bu bilirsiniz necə gözəl bir hissdir. Yəni bir insan olaraq, normal düşüncəli insan olaraq, əgər sən kiminsə həyatına toxuna bilmisənsə, kiminsə sağlamlığını bərpa etməyinə nail olmusansa, xüsusilə də ona ziyan verməyərək, əksinə ona daha çox xeyir verərək və insanlardan o təşəkkürü eşidəndə İnanın ki, pul adamın gözünə o qədər də görünmür. Çünki yenə də deyirəm, mən o vaxtı işləyirdim, maaşım da yaxşı idi, öz ixtisasımca işləyirdim, işimi də çox sevirdim. Mən elə bilirdim ki, işimi mən sevirəm. Çox yaxşı idi. Yəni mənim vəziyyətim belə bir vəziyyətdə idi ki, mən deyim ki, ancaq pula gəlmişəm burada. Bəli, mən həmişə gizlətmirəm ki, mən pulu sevən adamam. Əlavə gələrsə, əgər mən bunu bu yolla qazana bilirəmsə ki, bu yol çox rahatdır. Baxın, indi oturmuşuq evdə, sizinlə danışa çayımı içirdim. Evdə işimizi görə işləyirik, kimlənsə danışırıq. Onlayn sifariş çıxandan sonra ümumiyyətlə işimiz rahatdır. İstədiyimiz yerdə, istədiyimiz anda sifarişlərimizi qəbul edirik, sifarişlərimizi vururuq. Yəni, ailə ilə vaxt keçirməyə bizim gün ərzində vaxtımız var. Rahatlıqla biz işimizi qura bilirik. Yəni, insanlara da Vüqar müəllim həmişə deyir ki, biz zəhmət çəkib qazanırıq da, yəni biz əziyyət çəkmirik. Onun bir gözəlliyi var. Mən bunu əvvəl o qədər də başa düşmürdüm. Amma indi başa düşürəm ki, biz burada qazandığımız pullar zəhmətimizin bəhrəsidir, əziyyətimizin bəhrəsidir. Amma digər işlərdə çoxları əziyyət çəkib o pulu qazanır. Kiminsə nazı ilə oynamalıdır, kiminsə sözündən oturdur eləməlidir, kiminsə qoyduğu qaydalara riayət eləməlidir. Bizdə bunlar bir başqa fonda gedir. Yəni heç kəsin xəttinə dəymədən, heç kəsi aşağılamadan, müstəqil, bərabər şəkildə biz artıq qərar vermişik ki, burada qazanmaq istəyirik. Komandaya gələn insanlara da yenə də deyirəm, əgər bir qəpik pul belə qazandıra biliriksə, nə xoş bizim halımıza. Ümid edirəm ki, Allah buna görə bizim bizim üçün hazırladığı o nemətləri verəcək. Və mən çox xoşbəxtəm ki, bu komandadayam. Xüsusilə indi Aydan xanım buradadır. Mən Aydan xanıma təşəkkür edirəm. Hər zaman deyirəm ki, Allah Ayselin canını sağ eləsin ki, məni rəhbərimizlə tanış elədi.
Hətta olub ki, mənə deyənlər ki, biraz bəlkə aktiv komandaya qoşulasan falan. Mən demişəm ki, mənim komandamdan şikayətim yoxdur. Qeyr, o aktivlik məsələsinə qalsa mən burada daha çox şey öyrənmişəm. Birdən-birə sıçrayışla qazanıb sonra geri düşməkdənsə ki, biz bunu çox görmüşük. Çoxlarında digər komandalarda çox görmüşük. Etapla gedib qazanmaq daha məsləhətlidir. İşi dərindən öyrənəndə sən artıq rəhbəri həddindən artıq yormursan. Mən həmişə bunu vurğulayıram ki, rəhbərdən hər şeyi gözləmək lazımdır. Burada indi mənim də komandamdan xanımımız var. Mən həmişə deyirəm ki, rəhbərdən hər şeyi gözləmir. Rəhbər onsuz da biz üçün hər şeyi edir. Əvvəl olurdu saat 3-də də, 2-də də olurdu ki, mən Aydan xanıma yazırdım. Yəni fikirləşən adam deyərdi ki, bu saatda yazım. Amma mənim sual ağlıma gələn kimi və yaxud da bir ideya ağlıma gələn ki, mən o dəqiqə yazırdım, saxlamırdım vaxtı. Çünki o ideya gəldi, onu sən reallaşdırmadınsa, yəni bir yerə yazmadınsa, səhərə o qalmayacaq. Olurdu ki, gecə saat 3-də danışırdıq, 3-ün yarısı danışırdıq, 4 olurdu 4-də işləmiş danışırdıq. Yəni işimizin o çətin keçən etapları ki var idi, biz oradan keçdik, öyrəndim. İndi mən müstəqil şəkildə əgər öz komandamı idarə edə bilirəmsə, müstəqil şəkildə sifarişlər qəbul olunur, proqramlar tərtib olunur, master klasslar keçirilirsə, bunlar hamısı bizim rəhbərlərimizin sayəsindədir. Aydan xanımın əzminin sayəsindədir ki, o öyrəndi, bizi öyrətdi, bizi bir növ ayıltdı. Ayıltdı bu məsələ ilə bağlı və biz bu dəqiqə sərbəst şəkildə həm qazanırıq, həm pulumuzu qazanırıq, həm savabımızı qazanırıq. Evdə də ki, hər şey yaxşı, hər şey gözəl. Uşaqlarımız da ki, xəstələnəndə bir günə sağaldırıq, düzəldirik, göndəririk məktəbə. Daha uzun azarlı olmurlar. Mənlik bu qədər. Təşəkkürlər Səbinə xanım. Hətta elə məqamlar var ki, mənim ucu yadımdan çıxmışdı. Sən danışdıqca yadıma düşdü bir çox şeylər. Uğurlar inşallah. Buyurun, növbəti Axşamınız xeyir olsun. axşamın xeyir. Salamlayıram hər kəsi. Oy, mənim tarixçəm vəbşə maraqlıdır. Deməli, həm nastavnikim, həm baldızım. Maraqlı, baldızım məni bura dəvət edib. Mən 5 ildir şirkətdəyəm xanımlar. Deməli 5 il bundan öncə bir çox firmaları doğrudan da yoxlamışam. İnanın ki, heç bir şey əldə etmirdim, nə yalan deyim. Hətta belə komanda quraraq belə. Baxın, burada Səbinə xanım bir qəşəng bir şey vurğuladı ki, həqiqətən rəhbər belə deyək də öz qollarına kömək olub, dəstək olub gəlirlərə çıxardır. Amma mən olduğum firmalarda heç bir rəhbər yəni bunu etmirdi. Mən bunları görürdüm həqiqətən. Və mənim komandam ola təsəvvür edin ki, mən heç bir gəlir görməmişəm. Mən o birisi firmalarda. Məni də Aydan xanım dəvət edirdi. Hər dəfə deyirdi. Nədənsə elə bir ki, bir türlü o birisilərdən qopub gələ bilmirdim. Amma yaxşı da ki, saqqızımı oğurlayıbdı, həqiqətən yaxşı mənada. Yaxşı da ki, burada olmuşam. Səbinə xanım demiş, mən də oğlumun nəticəsi ilə gəlmişəm bu şirkətə. Yaxşı da ki, olubdu. Yəni, qurd parazit, hətta Səbinə xanım qızında 4 santı eləyibsə, inanın ki, məhsullarla mən övladımın 7-8 santı bir aya boynun uzanmağını görmüşəm məhsullarımızla. Yəni, bu dərəcədə, yəni yüksək, belə deyək də, sürətlə də, belə deyim. Dostlar, 5 ildir bu şirkətdəyəm, doğrudan da komandam var, çox sağ olsun Aydan xanım, o yolları öyrədərək, hətta mən belə deyək, ciddi forma başladım, məni dəvət edirlər şeyə görə, nədir, menecer kimi. Yaxşı da ki, yəni orada menecerlik məni daha da irəli aparmağa doğrudan da yəni çox kömək oldu. Həqiqətən çox kömək oldu, çox dəstək oldu. Orada Fuad müəllim, yəni hər boşluq olduqca mənə təlimləri keçirdi, nələrsə yazırdı, mənə kömək olurdu, Aydan xanım gəlirdi, boşluq olan zaman Aydan xanım bu tərəfdən, yəni o dövlət işlərində necədir? Yəni müdür insanı öyrətmir ki, biz məcbur oluruq müdürün əmrinə tabe olmağa da, amma burada necədir? Müdür belə deyək də dəstək olur öz komandasına, öz komandasını irəli aparmaq üçün. Görün nə qədər fərq var. Deməli, Aydan xanım, bu təlimdən öncə
deməli, canlı açmışam, sizə də dedim. Deməli, canlıda bir xanım mənə deyir ki, qohumumuz da burada işləyir. Deyirəm ki, xanım, işləyir dedikdə nəyi nəzərdə tutursunuz? Yəni, gəlirlər əldə edirmi? Deyir, elə aylıq nəsə bir şeylər yazılır da. Dedim, yox, xanım, bu artıq işləmək demək deyil ki. Xanım dərhal, Aydan xanım, dərhal şeydir, mənə dedi, özdəki binədə qalır. O dəmir yolu var, Aydan xanım, dəmir yolu. Dedi, o tərəfdə qalıram. Dedim, lap gözəl. Dedim, yazın mənə. Dedi, hə, istəyərəm. Halbuki xanım özü də, yəni, indi təsəvvür edin ki, sözümü ona gətirirəm ki, yəni xanıma mən məlumat verə-verə xanım dəhşətə gəldi ki, ay da, nə gözəldir. Yəni, bizim qohumlarımız da buradadır. Yəni, heç bunları, yəni, qohumlarımıza deyən olmayıbdır. Bu qədər məlumat verir. Yəni, bu qədər də, baxın, xanımlar, məlumatları biz hardan toplamışıq? Bizim rəhbərlərimizdən. Yəni, Aydan xanımdan, Vüqar müəllimdən, Elxan əmidən, Fuad müəllimdən, yəni bu kimi insanlardan, yəni öyrənə-öyrənə doğrudan da gəlib bu yerlərə çıxmışıq. Yaxşı da ki, buradayıq, yaxşı da ki, bu cür komandadayıq, xanımlar, inanın Allahıma, yəni dinli, imanlı komandadayıq və ən önəmlisi, tanıyırıq da, yəni bəzi komandalar, aldadıcılar, yəni o cür komandada, yəni şükürlər olsun ki, ən önəmlisi o cür komandada deyilik. Allahıma min şükürlər olsun. Mən də qısa olaraq bu cür söyləyim ki, yəni, hə, bir də bir şey deyim ki, ən sonda onu mən söyləyim ki, bir şirkət ki, bir məhsullar ki, şirkətin məhsulları ki, əməliyyatdıq zəhərli zobu sağaldıbsa, necə o şirkətdə olmayasan? Məndən də bu qədər. Öpürəm hamınızı, hər kəsə uğurlar. Çox sağ ol. Təşəkkür edirəm. Xeyir olsun. Axşamınız Siberiyan benim için en savadlı, en güclü, en de güzel komandasın. Həqiqətən bunu deməkdə məqsədim odur ki, tezdən bir canlı qarşıma çıxdı və o canlıda başqa bir komanda Nərmanovda, bəzi Aynur xanımda, Səbinə xanımda, bəzilərimiz tanıyırıq komandanı. Orada canlı aparırdılar və onların çıxışlarını, təlimlərini gördüm mən. Dedim, bu nə danışıqdır, bu nə təlimdir. Mən burada otursam, gör mən necə təlim keçərdim, mən necə savadlanardım. Baxdım öz təlimimizə, öz rəhbərlərimizin təliminə, maşallah dedim. Mən dedim, ay Allah, gör nə qədər yaxşı insan olmuşam ki, təvazökardan kənar olsun. Mən yaxşı komandanın üzvüyəm və burada gəlib qaraciyərimi, mən özümü sevirəm, dostlar, hamınız da məncə elə bilirəm, sevərsiniz. Çünki Allah hər birinizin övladına can sağlığı versin. Amma insana birinci növbədə sağlamlıq, özü lazımdır. Özü yaxşı olmalıdır ki, övladlarını da yaxşı baxsın. Mən də özümü sevdiyim üçün müalicəmi də buradan almışam. Allah mənim yolumu o qədər gətirib buradan çıxartdı ki, mən 3 ay gözlədim ki, müalicə etmədim. Dedim, Allah nə edər. Çəki bu qədər, yəni həcmi çox, rəngi günü-gündən solğun, saçı tökük. Məsələn, dırnağı qırılmış bir xanım. Özünə baxanda biraz düzdür, özümü hər halımla sevirəm, amma baxıram ki, yox, məncə belə olmaz da, yəni ən azından bir qəşəng də olmalıyam, ən azından mən biraz incə olmalıyam, sağlam olmalıyam. Niyə halsız oluram ki, niyə? Axı, məndə o pozitivlik var, məndə o enerji var axı. Xəstəlik elə bir şeydir ki, qaraciyər adamı o qədər, belə deyim də, geri salırdı ki, mənim özümü. Mən deyirdim ki, yox, mən həqiqətən də görən necə olacaq? Getmirəm, həkimlərə getmirəm, hər ay 100 manatlıq dərman yazırlar. Mən neyinirəm o dərmanı ki, mən hər ay 100 manatlıq verəcəm, amma heç də xeyir olmayacaq. Bayaq deyilən kimi Səbinə xanım, məsələn, qaraciyər bilirsiniz ki, lal orqandır, məsələn, bildirmir ağrını. Biz hansı bir dərmanı istifadə edirik, qaraciyəri qoruyuruq. Adi qurd dərmanı 3 gündən sonra verilmir. Yəni ki, bilir ki, qaraciyərə ziyandır. Mən də dedim, hər ay mən niyə içirəm ki bunu? Etmədim. Və Məşdəğalı bir xanım var, həqiqətən ona çox sağ ol deyirəm. Könül xanım. O xanımın rolu məndə çox oldu. Aydan xanım da tanıyır, bir dəfə də turunda olduq. O xanım məni salonda gördü. Mənə dedi ki, istəyirəm ki, səni komandama dəvət edeyim. Dedim, hansı komanda? Dedi ki, şirkətlərin biridir, firmaların biridir. Dedim, yox, oraya getmək istəmirəm. Sadəcə olaraq yoldaşıma bir dənə dezodorant alacağam.
Dedi, hə, olar. Nömrəni götürdüm, mən də nömrəsini götürdüm. Avtomatik olaraq gördüm ki, məni siyahıya salıbdı, statusuna baxıram. Gördüm ki, nəsə turlar var, təşkil olunur, nəsə mən də dinə meyilli bir insanam mən də. Baxdım ki, şəhər arası ziyarətlər var, ondan sonra turlar var ki, istirahət var. Mən dedim ki, yaxşı. Mənə yazdı ki, Sevinç xanım, əgər siz bunları paylaşım etsəniz, mən sizə hədiyyə olaraq, yəni sizə pulsuz aparacağım. Dedim, olar. Paylaşım etdim, düzdür, heç kəs razılaşmadı, gəlmədi, amma mənə nə qədər endirimlə apardı. Gedəndə Quba turuna getdik. Quba turuna gedəndə sizlərdən yaxşı olmasın, bir qəşəng bir xanımla tanış oldum, Kəmalə xanım. Onun da haqqını unutmayım. Elə oldu ki, 3 qızın, elə bir ki, biz heç bacıyıq. O xanımın da 3 qızı var. Yəni, mənə çox xoş gəldi o xanımla, biraz danışdıq. Dedi ki, Seva, üzünün abyumu da xoşuma gəldi. Eyni zamanda saçın da xoşuma gəldi. Mən istəyirəm səni model olaraq dəvət eləyim, sənin üzvü bəzəyim. Dedim, olar. Dedi, amma indi yox, müddətini deyəcəm sənə, nə vaxt olar. Hardasa bunlar, demək, biz turdan qayıtdıq, əlaqə saxlayırıq. 3 aydan sonra, hardasa neçə ay, yayda oldu da, dekabrın 5-i idimi, 4-ü idimi, bilmirəm, bu paylaşım etdi. Paylaşım edəndə yazdım Kama. Elə Kama, biz münasibətimiz bir gündən ilə düzəldi. O mənə sevə, mən də Kama deyildim, Kəmaləyə. Dedim, Kama, bu hardadır? Gəlmək istəyirəm. Sırazı mənə 070-dən, onun nömrəsi 50 ilə idi, indiyə qədər yadımdadır. Baxdım ki, 070-dən, dedim, yəqin olar da asinantının nömrəsidir. Sən demə, bizim rəhbərimiz Aydan xanımın nömrəsini mənə göndərib, heç nə də demədi. İnanın, baxın mənə. Həqiqətən canlıda mən deyirəm ki, çox belə deyək də, şanslı insanlarsınız ki, sizə informasiya veririk geniş. Amma mən heç bir məsləhət bilmədən, xəbərim olmadan getmişəm. Bir dənə heç nə demədi ki, bu xanımdır ya belə. Mən də Aydan xanımla danışdım, yaxınlaşdıq. Dedim, Əştəqada ofisimiz var. Bir anlıq bura gəlir ki, nə ofisi? Mən salona gedirəm axı. Ofis nədir? Dedim, eybi yoxdur. Gedirəm, olsa pulsuzdur da, gedim görüm nə olacaq. Kəmaləni orada görmə. Getdim, yaxınlaşdım, Kəmaləni görmədim orada. Baxdım ki, uzun saç bir qəşəng xanımdır, Arzu xanım. Mənim bilirsiniz də, 3-cü qolam mən. Aydan xanım rəhbər olaraq, Nəsibə xanım birinci qolumdur. Yəni, daha doğrusu, Nəsibə xanım nastavnikim və Arzu xanım. Yəni, üst-üstə biz qollar alırıq. Demək, baxdım ki, Aydan xanım, tanış olduq, danışdıq. Bir dənə masa qurulub, masanın üstündə də qəşəng məhsullar var. Dedi, bununla üzvü qulluq eləyəcək. Baxdım ki, orada bir bəy də var. Dedim, bu bəy niyə belə deyim də, buradadır, öz-özümə deyirəm, amma heç nə biruzə bilmirəm. Çünki elə bir hal idi ki, gözəlliyə gəlmişəm, pul da istəmirlər. Dedim, qoy olsun da. Üzümə qulluq etdilər. Aydan xanım A-dan Z-yə izah elədi mənə. Yəni ki, burada müalicələr var, burada müalicə deyəndə, qaraciyər deyəndə, artıq inanın ki, necə bir anlıq rahatlaşdım. Amma nəyə görə rahatlaşdım? Hidrofilin mənim üzümə nə gözəllikdə düşməyini, hidrofilin qoxusu, hidrofilin mənim rəngimi açmağını, üzümü yuyanda qara nöqtələri əlimə gəlməyi, əvvəl sonra şəklimi görməyim tamamilə məni dəyişdi. Dedim, xanım nə deyərsə, məncə ona razıyam. Çünki bir dənə üz qolluğu, üz yuma geli bu qədər gözəldirsə, görün müalicəvi məhsulları nə qədər gözəl olar. Elə indiyə qədər yadımdadır, gülməli olsa da deyəcəm, Aydan xanım qeydiyyat elədi məni, qaraciyərin çayından məlumat verdi, 6 nömrəli çayı. Dedim, mən üstümdə pul götürmədim, ona görə ki, üzv qulluğuna gəlmişəm, ödənişsiz də, yəni. Amma mən bu çayı istəyirəm. Dedi, apar. Sağ olsun Aydan xanım, dedi, narahat olma. Həm də mənə dedi ki, təlimə dəvət edəcəm səni, gəl, bütün reseptlərini, bütün testləri götür gəl, Sabunçu ofisinə, bizim orada təlimimiz olacaq. Bugünə qədər yadımdadır, Aydan xanım. Dedim, bacımın ad günüdür. Dedim, bacımın ad günü axşam olacaq da, düzdürmü? Dedim, bəli. Dedi, axşama qədər bir qədər vaxtım var. Saat 12-dən 2-yə gedər, gəl yenə, təlimini gör, ondan sonra resept testləri də ver, görək nədir problem, ona uyğun müalicə yazaq. Dedim, yaxşı, gördüm ki, uyğundur. Hərdən bir insan özü də bilmədiyi halda danışır. Mən də düşünürəm ki, məsələn, bacının ad günü saat 9-da olacaq, lap 7-də olsun axşam. Saat 12-dən 2-yə qədər mənim nə qədər vaxtım var, en qədər. Gəldim, sağ olsun, Elxan əminin şəfalı
belə deyək, müalicəsi həqiqətən də hər kəsə düşərlidir. Mənə də düşərli oldu. Gəldim, baxdım ki, birinci növbədə təlimə baxdım. Gördüm insanlar burada qəşəng, enerjili, çox qəşəng saçı olan, ondan sonra çox gözəl üzü olan, üz dərisi olan, formada olan xanımlar var. Dedim nə gözəl, həqiqətən də çox bəyəndim. Sonra təlimlər keçdi. Təlimdən sonra da elə axırda Vüqar müəllimi bir ovucu məhsul içməyi. Dedim, mən burada yeməyimi yeyəcəm. İndiyə qədər yadımda bir ovucu məhsul bax belə içdiyi, üstündən də suyu qəşəngcə ovuc götürüb bax belə içəndə rahatladım. Dedim, Sevinç, tam rahat yeri gəlmisən. Çünki mən biraz şübhəciyəm, biraz məsafəciyəm. Ehtiyat eləyirəm hər kəsdən. İnamım, etibarım yoxdur. Baxdım, gözləri ovucla içir. Dedim, lap yaxşı. Demək, tam üstünə düşüb mən gəlmişəm bura. Ürəklə qeydiyyat oldu, daha doğrusu olmuşdu. Müalicəni yazdı, xanımı da mənə sərt dedi, konkret dedi. Edəcəksənsə 3 kurs ardıcıl, yazıram. Etməyəcəksə etmirəm. Yazmayacağım. Dedim, yazın. Hamısını detal ilə etdim. 3 aydan sonra getdim bizim esteqrafiyaya. Həkimlər 3 sənə hepatolog məni gözləyir. Çünki mənə dedilər ki, sağalası deyil. 3 ay, hər ay ömürlük dərman içəsən, 100 manatlıq. Getdim, testdən keçəndə esteqrafiyanı baxdılar ki, nə etmirsən, Könül xanım var, bizdə o, səhv etmirəmsə, proqramlara da çıxır, televiziyada çıxır. Dedi, nə etmirsən belə? Biraz narahat oldum. Dedim, indi həkimdir də, nəsə olar. Dedim, heç nə, müalicə etmişəm. Dedi, orqanizma, bax belə də biraz rus dilli idi. Super, təmiz uşaq bədəni. İnanın Allahımıza, necə gülürəm. Ürəyim belə deyək də çıxır. Dedim, sizin müalicə deyil. Üçü də baxır hepatologların. Biri Vüsalə xanım idi, Könül xanım idi, Namik bəy idi. İndiyə qədər yadımdadır, gedirəm də, əlaqəm də var. Dedim, sizin müalicə deyil, mən sizin müalicənizi almadım. Dedi, bəs nəyin? Dedim, Sibrinsk Zdarovyan. Namik bəy dedi ki, orada, bəli, Sibrinsk Zdarovyan çox savadlı, belə, daha doğrusu çox keyfiyyətli məhsulları var, alimləri var, sertifikatları var, yaxşı, böyük bir şirkətdir. Hətta özdə maraqlandı, özdə mənə qeydiyyat oldu, qızlar, yəni, baxın, orada öz doktorumu, hepatologumu öz kabinetində konsultasiya etdim, müalicəsini təyin etdim. Hələ ki, müştəriyəm, yəni məsləhətçi deyiləm. Yox, məsləhətçi oldum, çünki pulumu gördüm axı, 18 manatı gördüm. Dedim ki, mən dəyişmək istəyirəm, bundan da artıq istəyirəm. Dedi ki, 25%-dən olanda bundan artıq olacaq. Aydan xanım yenə dedi. Dedim, olar. Qeydiyyat elədim. Hətta özüm hələ ki, bu müalicənin içindəyəm. O qədər də məsləhətçi kimi statusum yoxdur da, ən azından biliyim yoxdur, amma təlimlər olub, maşallah. Bura gəlib, müalicə arala təlimlər keçirəm, zoomlar keçirəm, məlumatım var. Doktor özü də razı qaldı, neçə pasiyentlərlə məhsullardan yazdı, özü də istifadə elədi, dedi, Sevinç xanım çox yaxşıdır, çox yaxşı nəticə görürəm. Nəysə, uzun sözün qısası, xanımlar, çox gözəl nəticə aldım. Master klasa özüm hələ bir ranga gəlməmişəm, bir dərəcə açmamışam, master klasa nə qədər xanım dəvət elədim, nə qədər qeydiyyatlarım oldu. Şükürlər olsun ki, 7-ci ayda BTM rangına gəldim, çıxdım. Və onu elə bir formada qeyd elədim ki, BTM-ni belə deyim də, elə bildim ki, biznes profi, ondan sonra ən bahalı, ən böyük dərəcələr kimi açdım. Getdim, mən saçımı klatk elədim, ondan sonra geyim aldım, təzə asılbu, gəldim BTM rangını qeyd eləmək. Bəlkə də yadınızdadır, qırmızı xallı don giymişdim. Hətta yoldaşım da Adgün Hocaydı. Getmişdi, restoranda qeyd elədik. Birinci növbədə mənim qeydim idi, yəni BTM rangını, sonra dedim, sənin də Adgünün üst-üstə bir-birini təsəvvür elə. Orada da neçə dənə elə bil restoranın adamlarına yaxınlaşdım. Özdə üstündə asılqanım. Aydan xanım, bizim ona mən həmişə asılqan deyirəm, emblamamız olan belə bizim gözəl bir znaçokumuz var da, üstdən vurma yox. Bəcik, Seva, bəcik. Bəcik deyil, mən onu deyə bilmirəm, indiyə qədər. Bəcik. Bəcik gördülər, yaxınlaşdılar. Hardan gəlmişsiniz? Dedim ki, Sibir Sağlamlıq şirkətindən. Rusiyadan dedim, yox. Azərbaycandayım belə. Yəni, o qədər xoş oldu mənə. O qədər bir evdar xanım. Bu qədər, gəl, müalicə al. Bir dənə məhsulun hesabına
Sən müalicə al, nəticə gör. Sən belə deyək də, gəl mütəxəssis ol. Savadlı komandanın belə deyək də, iştirakçısı ol. Özünün komandan olsun. Vaxt var idi ki, məsələn, 4 il öncə televiziyaya baxırdım. Evə ancaq ziyan vurmaqdan başqa, sözün əsl mənasında heç bir xeyrim dəymirdi. Niyə xanımlar? Çünki saat 12-də Seda Sayanın televiziyada proqramı var idi, evlənmək. Saat 12-yə ona başlayırdım. Bütün işlərimi görürdüm, ona başlayırdım baxmağa. Həm birinci növbədə beynim, zehnim azalırdı, görmə qabiliyyətim azalırdı, şüadır. Üstəlik nə qədər televizor işləyər, nə qədər qaz yanar. Bunu bir yoldaşımın üzərinə də biraz çox belə deyim də xərc düşürdü. Elə bir iş qazanda, bir yerdən bir qazancın olsun. Bir əlin həm Allahın yanında yaxşı savab qazanmış olarsan, yaxşı Allah oturan insanı sevmir. Hə, bunu fikirləşirdim. Özüm hər zaman da uşaqdan demişəm ki, məni idarə edən yox, mən idarə etdiyim bir işin sahibi olmaq istəyirəm. Allah mənim yolumu açdı həqiqətən də. Bura indi də şükürlər olsun 2500-lük komandanın sahibiyəm və komandamızdan da fəxr edirəm, öz komandamdan da fəxr edirəm. İstir xanımlar olsun, istir bəylər olsun. Eyni zamanda da rəhbərlikdən də çox razıyam. Təşəkkür edirəm ki, belə bir rəhbərlik var. Allahıma təşəkkür edirəm ki, belə bir insanlarla mənim yolumu kəsişdirib, yolumu açıb bu insanların belə deyək, qapılarına çox yaxşı, hansı işimi görmüşəm, hansı yaxşılıq etmişəm, belə bir iş görmüşəm ki, gəlib belə bir komandaya, Aydan xanım başda olmaqla digər liderlərimiz belə həqiqətən də həm savadlı, həm təmkinli, həm uzaq görən, yəni yorulmadan, bezmədən bizi dinləyən, bizə əziyyət çəkən bir rəhbərlərdir. Ona görə də təşəkkür edirəm hər birinizə. Biraz çox olar, qısalaşdırım, sağ olun. Allah hər birimizə uğur yolumuzu daha da belə böyük eləsin. Ondan sonra inşallah biz də danışaq. Komandalarımız da danışsın inşallah. Amin. Oldu. İnşallah. Teşekkürler. Devam. Buyurun Ayten Hanım. Mikrofonu aç. Salam, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən də bura gəlməyim ilk növbədə nastavnikim, həm də bacım olan Aydan xanımın sayəsində olub. Mən bura necə deyərlər, müştəri kimi gəlmişəm. İlk bura, yəni atdığım addım uşaqlar üçün vitaminlərdən başladım. Özüm üçün də mənim ilk dəfə zopum çıxanda demək olar ki, Topçubaşov adına xəstəxanada ən güclü həkimin yanında olmuşam, Ayten xanımın. O mənə müalicə yazdı. Mən onun müalicəsini almadım. Onun yazdığı reseptlərlə gəldim Elxan müəllimin yanına, sağ olsun. O mənə qəşəng bir müalicə yazdı. 2 aydan sonra demişdi, gələrsən qəbula təzədən yoxlanışa. O 2 ayda məndə o qədər fərq var idi, o qədər dəyişiklik vardı. Həkim özü şoka düşdü ki, bu müalicə necə sənə təsir edib. Dedim ki, Ayten xanım, mən sizin yazdığınız heç nəyi almamışam. Dedim, necə yəni başa düşmədim. Bəs sən necə bu dəyişiklik olub? Dedim, mən Sibirski məhsullarından istifadə eləmişəm. Bacım orada işləyir. Mən də oranın məhsullarını aldım. Onlardan istifadə eləmişəm ardıcıllıqla. Ola bilməz. Dedim, valla oranın məhsullarından istifadə eləmişəm. Eyni müalicəni təkrar yazdı. Dedi, onsuz da bilirəm ki, bunu eləməyəcəksən. Elə buna uyğun nə eləyiblərsə onu davam elə. Və həqiqətən də gözəl nəticə aldım. Prosta biz müsəlman belə idi. Biraz düzələn kimi uca başını buraxırıq. O qədər problemlər olur ki, özümüz yaddan çıxırıq. Ona görə davam eləmədim. Düzdür, zop hələ var, amma yenə də istifadə edirəm. Ən gözəl nəticəni də bax bir hardasa bir 15-20 gün bundan qabaq, yəni həqiqətən də yenə də o ən sevdiyim məhsul orada istokidir, navamindir. Çox üzr istəyirəm. Məndə elə bir ki, bu aybaşı pozğunluğu yaranmışdı. Bilmirəm, yaşla əlaqədardır, nə idisə. Elə olurdu ki, bir ay olurdum, olmurdum. Hardasa bir 15-20 günə yaxın istoki içdim. İndi uca 2 aydır normal, mən yəni hər şey qaydasındadır. Ardıcılığın uca 3-cü aydır. Yəni belə fasiləsiz, aramsız, məni incitmədən, ağrısız, filansız hər şey qaydasına düşüb. Mən düzdür, müştəri kimi gəlmişdim, amma nastavnikim, bacım məni bu yerə həqiqətən də sevdirərək yönəldir. Düzdür, buradakilara çatmasam da çalışıram.
özümü çatdırım, istəyirəm. İnşallah ki, ümid eləyirəm. Bir gün mən də hamı kimi rahat, sərbəst danışacağam. Kiməsə mən də nəysə bir sağlamlığına görə orada məhsullar, necə deyərlər, təklif eləyəcəm, yaza biləcəm, müalicə yazacağım. İnşallah o ümidlə hələ ki gedirəm irəli. Görək, Allaha pənah, Allah hamıya necə deyərlər, bol ruzi yetirsin, uğur yetirsin biz də içində inşallah. Çox sağ olun. Allah hamının işini avand eləsin. Əla. Çox sağ olun hər birinizə. Minnətdaram, təşəkkürlər. Bugünkü Zoom həm elə bir ki, uğur tarixçəsi daha çox nəticələr nəticələrdən oldu. Hamı elə bir ki, nəticəsini danışdı. Burada belə bir nəticə çıxır ki, yəni yəqin ki, sizdə bu fikri yarandı sizdə. Belə bir qənaətə gəlirik ki, danışan hər bir xanım, hər bir əməkdaş şirkətin məhsullarından aldığı nəticədən stimul alaraq biznesa yollanıb, belə deyək. Amma qızlarımdan fərqli olaraq mən birbaşa biznesa gəlmişəm. Yəni birbaşa biznesa dəvət olunmuşam və birbaşa da biznes üçün gəlmişəm. Məni dəvət edən insan hamımızın sevimlisi, bizim doktorumuz Elxan əmi mənim həmişə deyirəm mənəvi əmim olub. Yəni artıq namaza başladığım ildən hardasa namaza bir 5-10 gün idi başlamışdım ki, ondan tanış oldum. Təsadüfən deməzdim, çünki təsadüflərə inanmıram. Təsadüf deyilən heç bir şey yoxdur. Allah Taala yəni məqsədli şəkildə insanları bir-biri ilə qarşılaşdırır. Elə oldu ki, biz tanış olduq. Bibim qızı da yanımda var idi. İkimiz birlikdə tanış olduq onunla. Amma mən əlaqəni kəsmədim. Ümumiyyətlə, məndə Allaha şükürlər olsun belə bir xüsusiyyət var ki, vəfalıyam. Hətta ibtidai sinif müəlliməmin qızı da mənim komandamdadır. Bugünkü gün onunla da əlaqəm var. Bütün müəllimlərimlə, məktəb, universitet, hamısı ilə demək olar ki, əlaqəm var. Bir dənə bağça müəllimlərimə gəlib çata bilməmişəm. Onlar da yəqin nə vaxtsa taparam. Ona görə mən Elxan əminə əlaqəmi kəsmədim. Yəni 2005-ci ildən bəri mən onu tanıyıram. Ailə quranda da toyuma dəvət olunmuşdu, toyuma gəlmişdi, iştirak eləmişdi. Yəni bütün o periodlarda mənim həmişə yanımda olub. Nəsə lazım olanda, nəsə məsləhətləşmək lazım olanda, dini mövzularda həmişə ona müraciət eləmişəm. Və günlərin bir günü elə bir məqam idi, elə bir həyatımın elə bir periodu idi ki, artıq mən işləməyə qərarı vermişdim və işləmək, həyatımı dəyişmək mənim vacibatıma çevrilmişdi. Mən qəti şəkildə qərar vermişdim ki, yox, mən mütləq işləməliyəm, mütləq öz pulum olmalıdır, yəni öz ayaqlarımın üzərində dayanmalıyam. Sağ olsun, Elxan əmim telefonda biz danışdıq. Mənə dedi ki, gəl, mən bilirsən də, Sibir Qızları şirkət, daha doğrusu bilmirdim harda işlədiyini. Mən onu axırıncı dəfə bilirdim ki, elektrik kimi işləyirdi restoranda. Dedi, mən hal-hazırda bir şirkətlə əməkdaşlıq eləyirəm. Çox yaxşı. Rusiya şirkətidir. Rusiya deyəndə mənim rus dilim, belə deyək də, bir hardasa 90% başa düşürəm, amma danışmağım 20-30%dir. Ona görə biraz belə çətinlik çəkdim. Fikirləşdim ki, Rusiya şirkətisə yəqin mən mütləq 100%lik səviyyədə bilməliyəm rus dilini. Dedi, yox, ehtiyac yoxdur. Yəni orada rus dilində danışan yox, bir şey yox. Narahat olma dedi. Gəl, prosta tanış ol. Dedim, hə, yaxşı, gələrəm. Təbii ki, dərhal getmədim. Bir neçə gün keçəndən sonra təkrar mənə zəng vurdu ki, bəs Aydaş, nə oldu? Gəl də, qızım, gəl, görüşək, söhbət eləyək. Yəni Elxan əmi elə bir adam idi ki, mənim evimə gələ biləcək bir adam idi. Amma Elxan əmi mənim evimə gəlmirdi. Məni israrla ofisə dəvət eləyirdi. Bunun da sonralar başa düşdüm mənasını, niyə məhz ofisdə görüşmək istəyirdi. Dedim, yaxşı, gələrəm. Özümə belə qınadım özümü ki, səni gör kim çağırır da. Yəni sən nə fikirləşirsən, hara fırladırsan da. Gör səni kim çağırır. Zəhmət çək, dur, get. Və 2017-ci il aprel ayının 5-i mənim ikinci doğum günüm.
Getdim mən sahil ofisində elə metronun qarşısında Elxan əmi məni qarşıladı, götürdü, apardı. Dedi gedək. Yol boyu söhbət eləyə getdik, amma şirkət barədə heç bir şey danışmırdı. Prosta hal əhval, nə bilim, valideynlərimi soruşurdu. Belə söhbət eləyə bir təxminən bir 5-10 dəqiqəlik yol idi ofisə qədər, metrodan ofisə qədər. Gəldik, çatdıq ofisə. Baxdım, belə gördüm geniş, böyük bir ofisdir. Qapıdan girən kimi Səbiş yadında olar yəqin. Birinci sol tərəfdə menecerin yeri idi, böyük bir yer idi. Ondan üzbəüz vitrində məhsullar idi, menecerin arxası da məhsullar idi. Sonra şüşəli bir qapı var idi. Oradan içəridə isə biz təlim keçdiyimiz yer idi. Baxdım ki, belə qəşəng yerdir, estetik baxımdan, səliqəli, səhmanlı. Girdim içəri, gördüm millət qaynayır. O bir stolda oturub 5-6 nəfər, bu stolda bir 5-6 nəfər. İndiyə qədər yadımdadır. Məni ən başdakı stol boş idi. Elxan əmi apardı ora. Orada mənə kataloqla prezentasiya elədi, şirkəti tanıtdı. Mən də sadəcə qulaq asıram. Danışdıqlarının 100%-dən bəlkə 30%-ni başa düşürəm. Baxmayaraq ki, Azərbaycan dilində, öz dilimizdə, doğma dilimizdə danışırdı. Amma tam fokuslana bilmirdim nədənsə. Sadəcə olaraq söhbəti bitirəndə Elxan əmi, mən qayıtdım, dedim ki, Elxan əmi, bu cümləni Elxan əmi həmişə yadında çox yaxşı qalıb. Dedim, mən nə bu şirkəti yaxşı tanımıram. Yəni, ümumiyyətlə tanımıram da, ilk dəfə də sizdən eşidirəm. Nə məhsullarını bilmirəm, necədir, keyfiyyəti. Mən sizi tanıyıram, sizə inanıram, sizə etibar edirəm. Vəssalam. Mənim üçün söhbət bağlanıb. Əgər siz deyirsinizsə ki, yaxşıdır məhsulları, deməli, okey, bu məhsullar üzərindən biznes qurmağa dəyər. Əgər deyirsinizsə, burada qazanc var, yenə də okey, çünki bir kişi olaraq, yəni məntiqlə düşünəndə, əgər bir biznesdə kişi varsa, deməli, orada pul var. Qadın elədir ki, az məvaciblə də razılaşır. Əsas odur ki, pul gəlsin əlinə. Xoşdur ona. Özü qazanır. 300 manat, 500 manat, nə bilim, 200 manat. Əsas odur ki, gəlir də. Amma kişi xeylağı elədir ki, kişinin məsuliyyəti var. O ağırlıq var ki, bütün ailənin yükünü çəkmək. Ona görə kişi pul olmayan yerdə heç vaxt qalmır. Bir dənə bunu başa düşürdüm. Və dedim ki, yəni siz yaxşıdır deyirsinizsə, deməli, həqiqətən də yaxşıdır. Mən sizə inanıram. Bəs yaxşı, neynəməliyəm? Dedi, ay sağ ol. Ləzzət elədi o sualı ona. Dedi, ay sağ ol. Bu sualı gözləyirdim səndən. Ona görə ki, artıq başa düşdün, düşmədin. Sənin dəvət eləyən insana etibarın varsa, deməlisən ki, neynəməliyəm? Dedi, istəyirsən? Dedim, bəli, istəyirəm. Oradan ranglara baxanda belə BT 5000 dərəcəsində birinci, çünki hal-hazırda işləmirdim mən. Ondan bir neçə ay sonra mən müəllimə kimi fəaliyyətə başladım. Amma ora gedəndə mən heç bir işim yox idi. Yəni heç bir qazanc yerim, gəlir yerim yox idi. Bir evdar xanım hesab olunurdumsa əgər, evdar xanım olaraq 500-600 manat gəlir, böyük bir pul idi. Ona görə BT 5000 dərəcəsində birinci baxdım. Sonra birdən gözüm sataşdı Business Profi dərəcəsində. Gördüm orada gəlir 1500-2000 yazılıb. O dərəcə mənə belə lap belə nəsə diqqətimi çəkdi. Elxan əmi də o göstərəndə znaçokları deyir ki, bax bunlar gümüşdür. Business Profi dərəcəsində deyir ki, bunun znaçoku, nişanəsi qızıldır. Buradan avtoproyektə qoşulursan, buradan şirkətin istehsalat mərkəzinə şirkət səni aparır, gəzirsən Novosibirsk, zadı böyle deyəndə belə şey gəldi də mənə. Deyirəm, uydu, gəlir də deyirəm 1500-dür, hə Elxan əmi? Deyir ki, bəli. Deyirəm, uydu, görəsən, uydu, ora gör nə qədər vaxt var da gedib çatmağa. Deyir, o nə qədər vaxt ki var, sənə çox uzun gələn vaxtı, ən qısa müddətdə bizim şirkətimizdə, Azərbaycanda 7 ay ərzində eləyən bir nəfər xanım var. Dedi, kimdir o xanım? Adını dedi sadəcə olaraq. Dedi, bir dəfə indi bura tez-tez gəlir, bir dəfə burada olanda mən səni tanış eləyərəm o xanımla. Sevinç Məmmədovadan gedir söhbət. İndi hal-hazırda Ruby biznes lideridir. Yəqin ki, sizlər də tanıyırsınız. Tez-tez videoları yəqin qarşınıza çıxır. Göy-göz sarı saç xanım. Dedi, o xanım 7 ay ərzində Business Profi dərəcəsinə gəlib çatıb. Tez gəlib çatdığına görə gəlirindən əlavə olaraq da, yəni pul da qazanıb. Quick Start proqramıdır da. Təbii ki, bu şeylərin hamısını başa düşmürdüm, sadəcə qulaq asırdım. Dedim, görürsən mən bacararam deyəndə mənə bir xanımı göstərdi. O əyləşmişdi orada, ofisdə. 3-4 nəfər də yanında vardı, söhbət eləyirdi xanım. Gördüm, rusdur. Dedi, bu xanım hal-hazırda Business Profi dərəcəsindədir.
Gəliri 1500-dür. Çöndüm bir dənə belə baxdım, təzədən bir də belə qayıtdım. Dedim, bu xanım, dedi hə. Dedim, bu 1500 qazanır. Özüm özümə də ayıb idi də cəmaatın içində belə eləmədim. Dedim, day, yəni bu yaşda qadın bunu bacarırsa, Tanya xanım indi maşallah olsun 30 yaşında, 20 yaşında xanıma oxşayır. Onda daha yaşlı görünürdü, daha baxımsız görünürdü. İndi istər-istəməz artıq neçə illərdir məhsulları istifadə edən adamdır. Elə bil ki, zamanın qarşısına gedir də, zaman geriyə gedir Sibirsk qızları və əməkdaşları üçün. Yaşlanmaq əvəzinə cavanlığa doğru gedir hamı. İndi maşallah özünüz görürsünüz necə cavandır, enerjilidir, çox belə pozitivdir. Adama onun enerjisinə girəndə adam başqa bir abu-havaya düşür də. Təlimdə də yuxulayanlar var idi. Tanya xanım gəldi, bir dənə idman elətdirdi, coşdurdu hamını. Yəni o energetikası var onun. Üstəlik də ki, pul artıq aylıq gəliri 5000, 4000, 5000 manat pul qazanır. İstər-istəməz pul insanı dəyişir də. Və baxdım o xanıma, dedim ki, indi hal-hazırda səfir liderdir də, Tanya xanım bilirsiniz. Dedim, əgər bir yaşlı qadın bunu bacarırsa, mən niyə bacarmayım ki? Dedim, mən istəyirəm. Artıq daha ürəkləndim də, yəni real bir insanı göstərdi mənə. Dedim, artıq mən istəyirəm. Prosta nə etmək lazımdır, onu mənə deyin. Dedi, hə, yaxşı, vəsə. Sən düşdün mənim əlimə, dedi, Aydaş. Bundan sonra nə deyirəm, onu da eləyəcəksən. Dedim, yaxşı. Sonra növbəti gün məni digər liderlərimlə tanış elədi. Fuad müəllimlə, Vüqar müəllimlə. Orada deyən, məni tanış təqdim eləyəndə dedi, mənim mənəvi qızım. Vüqar müəllim yadımdadır, qayıtdı dedi ki, sən utanmırsan, mənəvi qızı hələ indi çağırırsan şirkət ofisə. İndi hələ dəvət edirlər mənəvi qızı. Dedi, hə, mənim səhvimdir, düz deyirsən, amma bugündən sonra inşallah bizləndir. 2017-ci ildən 19-cu ilə qədər mən deməzdim ki, mən işləyirdim. Düzdür, 300 bal, 500 bal eləyirdim. Hətta yadımdadır ki, 500 bal eləyəndə ilk dəfə məni səhnəyə çıxartmışlar. Mənə bir dənə əl kremi idi, bir də bilməm nə idi, belə bir dənə hədiyyə. Hətta o qutunu hələ də saxlayıram mən. Deyən göstərəcəm sizə. Bircə dəqiqə. Allah boy da vermeyeyim. Allah boy da vermeyeyim ki şkafa əlim çatsın. Baxın bu qutunu görürsünüz. Bu mənim ilk hədiyyəmin qutusudur. Fuad müəllim vermişdi mənə. Hədiyyəmin birini Fuad müəllim qoymuşdu içinə. Birində Elxan əmi qoymuşdu. Fuad təqdim edirdi, amma Fuad müəllim təqdim etmişdi. Bunun üstündə yazılıb Siberian Hills. Burada belə köhnə loqo ilə Sibirsk qızları və belə bir qutu. Hələ də bunu saxlayıram. O kimi hədiyyəmi verdilər, məni səhnədə təbrik elədilər, alqışladılar filan. Xoşbəxtlikdən həmin vaxtda Jenya xanımgil Bakıya gəlmişdi. Məni deməli Elxan əmi sahil ofisinin o şüşəli qapısından içəridə, düz elə qapının ağzına ayaq üstə məni çağırdı. Mən oturmuşdum, yazı yazırdım, siyahı yazırdım. Çağırdı məni, bizi tanış elədi. Dedi, bu bizim liderlərimizdir. Əgər səhv eləmirəmsə, çaşmıramsa, onda Ruby lideri idi Jenyagil. Çaşmıramsa. Yoxsa Diamond-dır. Yox, Ruby idi, hə. Mənə də təqdim elədi ki, bu da mənim yeni əməkdaşımdır. 500 bal eləyib, klub 500-ə qoşulub filan. Onda Jenya elə ürəkdən, Alek başladı təbrik filan eləməyə. Jenya da elə belə səmimi, elə belə, necə deyim, elə formada məni təbrik elədi ki, mən elə bildim ki, 500 yox, 500 min bal eləmişəm. Yəni, böyük bir iş gördüyümü başa düşdüm. O vaxta qədər fikirləşirdim ki, 500 baldır da, nə bilim, görəsən, yəni ölçünü bilmirdim də, çox işimi görmüşəm, az işimi görmüşəm. Amma o elə bir şəkildə məni təbrik elədi ki, mən böyük bir iş görmüş kimi hiss elədim özümü. O hissi mənə ötürdü, yəni onu demək istəyirəm. Elə o vaxtdan bu vaxta Jenya xanımı sevməyə başladım. Onun o səmimiliyi, sadəliyi, belə doğmalığı, qucaqlayıb belə bağrına basmağı. Mən elə bildim, ay Allah, doğma bir adamımı görmüşəm də. Hətta bilirsiniz də, mən demişəm bunu, Zərdablıyam da. Mənim ata-anam Zərdablıdır. Özüm Bakıda doğulub böyümüşəm. Düzdür, amma əslim köküm oraldır da. Bu dəfə gələndə Jenyagil deyirəm ki, mən Jenyanı, Alegi elə çox istəyirəm ki, Vüqar müəllimə danışıram. Deyirəm, o qədər çox istəyirəm ki, elə bilirəm, onlar Zərdablıdır, ürəyi gedib də gülməkdən. Deyirəm, həqiqətən elə bir doğmalıq hiss edirəm də. Yəni, onların rus olduğunu hiss eləyə bilmirəm.
Neysə, bunları yola saldıq, bunlar çıxdılar, getdilər. Günlərin bir günü artıq mən BT 5000 idim. Onda Fuad müəllim telefonda Jenyaya dedi ki, bəs mənim yoldaşım Aydan, bəs o vaxt sən ona belə bir söz demirsən, o vaxtdan bəri səni sevir də, yəni Zoomlarda səni görür day. Sən orada danışsan, Aydan burada danışır ki, uydu yeyərəm bunu. Ay Allah ürəyim gedir bunun üçün. Belə dayanmadan deyir, ancaq sənin şəkillərinə baxır, şey eləyir. Dedi, hə, kimdir ki o? Bəs şəklini göndər. Hal-hazırda hansı dərəcədədir? Dedi, hal-hazırda 5000-dir. Yəni səni çox istəyir. Dedi, inşallah qismət olar görüşərik. Şəklimi filan göndərdi ona. Dedi, yadıma düşmür sözün düzü də kim olduğu. Bu söz məni tutdu da. Dedim, yadıma düşmür. Deməli mən onu bu qədər çox istəyirəmsə, mən özümü ona tanıtmalıyam. Jenyanın növbəti Azərbaycana səfərində mən necə deyim, kifayət qədər ciddi bir rangda olmalıyam ki, o boyda top lider məni görsün. Başa düşdünüz nə demək istəyirəm? Biri var ki, onun komandasında yüzlərlə adam var da bu dəqiqə, düzdür? Hər ölkədən var, Qazaxıstandan var, Rusiyadan var, Azərbaycandan var və sair və ilaxır. Yəni mən özümü artıq elə bir ciddi rangda olmalıyam ki, o məni artıq bir lider kimi görə bilsin. Allah elə bir ki, mənim dualarımı eşitdi və 23-cü il hələ girməmişdi. Ucu deyirdilər ki, Azərbaycanda olacaq şirkətin konqres, biznes konqresi. Çünki Azərbaycan lider ölkə seçilmişdi. Satışlar üzrə birinci yerə çıxmışdı 65 ölkənin içində. Və dedilər ki, konqres Bakıda olacaq, may ayında olacaq və bütün 65 ölkə Azərbaycanda olacaq. Dedim, yes, deməli Jenyagil gəlir. Gəldik. 2023-cü il girdi. Yanvar ayından artıq mən fokuslandım ki, mən tezliklə bu 1-2 ay içində ya yanvar, ya fevral professional rangını açmalıyam. Çünki hesabladım ki, yanvarda da olmasa fevralda mütləq açmalıyam. Ondan o yanı yoxdur. Çünki fevralda əgər professional rangını açsam, özünüz bilirsiniz ki, 3 ay təsdiqlənməlidir də şirkət səni priznavat eləsin. Yəni o rangın nümayəndəsi kimi tanısın. Fikirləşdim ki, fevralda açsam, fevral, mart, aprel 3 ay ardıcıl eləyirəm. Mayda da tədbirdir. Mən tədbirə professional kimi çıxacam. Və təsəvvür edin, fevral ayıdır, ay qısa aydır, 28 gündən ibarətdir. Mənim də hardasa artıq 19.000 nə qədərsə belə balım var. Yəni, yox, əstəğfurullah, 18.000 nə qədərsə balım var, 1000 nə qədər balım qalıb. Və fikirləşirəm ki, az qalıb, artıq bugün 28-idir. Elə oldu ki, sistem dondu, nəsə problem yaşandı sistemdə. Ona görə Xavər xanım, adətən bilirsiniz də, onsuz da hər ayın biri köhnə aya vurmaq mümkün olur. Günorta saat 2-yə qədər. Və sistemdə yaranan problemə görə Xavər xanım elan elədi ki, bizim opşi qrupamızda mart ayının biri bütöv gün və mart ayının ikisi günortaya qədər balları köhnə tarixə vurmaq, fevral ayına vurmaq mümkün olacaq. O bütöv gün mənim üçün bir fürsət idi. Dedim, burada nəsə var. Bu düzəlməlidir, bu başqa cür ola bilməz. Və balımızı tamamladıq. Hətta son ana qədər, baxmayaraq ki, mən Sabunçu ofisində idim, Fuad müəllim bina ofisində idi. Eyni həyəcanı o binədə yaşayırdım, mən Sabunçuda yaşayırdım. Çox unudulmaz bir gün idi mənim üçün. Yəni təkcə professional rangını açmağın sevinci deyildi o. Sanki o vaxta qədər çəkdiyim zəhmətin nəticəsi idi o. Yəni o vaxta qədər məni bütün ranglarım sevindirib də. İstəyir 1000 olsun, Sevinç xanım bayaq bir söz idi. Yəni 1000 kifayət qədər ciddi bir rangdır. Ona görə ki, sən artıq biznesa qərar vermisən. Biznesin ilk addımı nədir? 1000 rangıdır. 1000 rangını açmısansa, deməli artıq sən bu biznes üçün, necə deyim, yetişmiş bir adamsan. Artıq ciddi bir adamsan və irəli gedirsən. 2500, 5000-də biraz daha çox sevindim. 5000-də artıq başqalarının cəsarət eləmədiyi şey elədim. Mən öz işimdən, dövlət işindən ərizəmi yazdım, çıxdım ki, sırf bura vaxt ayırım. Çünki mən bu işlə yaşayırdım sanki. Daha çox sevirdim bu işimi. 5000 dərəcədə artıq mən dövlət işindən çıxdım. 10.000 dərəcəyi niyə sevindim? Çünki işdən çıxandan bir ay sonra 10.000 dərəcəni açdım. Sanki bir növ ətrafımdakılara sübut oldu da bu ki, gördünüz, yəni mən qərar verdim və peşman deyiləm bu qərarımdan. Nə yaxşı da ki, bu qərarı vermişəm. 10.000-ə ona görə sevindim. Özdə həmin ərəfədə bina ofisimiz təzə açılmışdı. Dekabrın 21-i bina ofisini açdıq. Yanvarda mən işdən çıxdım. Fevralda 10.000-i açdım. Elə bina ofisində mən təbrik elədilər məni.
Orada çıxıb danışmışdım səhnədə. 20 minə isə bambaşqa bir sevinc idi də. Yəni həm sevinirdim ona görə ki, artıq ciddi o əvvəldən arzuladığım ranga gəldim, çatdım. Mən Jenya Gil gəlir, mən səhnəyə professional kimi çıxacağam. Çünki 1 il idi 10 min dərəcəsində idim. Səhnəyə professional kimi çıxacağam. Jenyanın qarşısına professional kimi çıxacağam. Ondan sonra şirkətin istehsalat mərkəzinə gedəcəm. Novosibirskə gedəcəm. Nə bilim avtoproyektdə bütün hamısı belə bir ki ucu mən professionalam deyirəm. Yəni oldu, düzəldi. İndi bir fakturalarımı atmışam. Deyirəm ki, Fuad, hesabla. Bir dənə gör hesab, özüm hesablayıram, görəm artıqlaması nə düzəlib də hər şey. Amma inanmağım gəlmir də. Atmışam Fuada ki, Fuad davay hesabla. Fuada deyirəm ki, Jenya yaz, tez elə Jenya ilə danış. Götürüb Jenya ilə danışır. O da baxıb, yoxladı, elədi. Всё da deyir, всё ana professional deyir. Əl çəksin də bizdən, yəni professional olub deyir. Hər şey qaydasındadır. Artıq gün tamam oldu. Növbəti gün balımı gördüm. Rangımın avtomatik orada BT 10 min yox, silinib biznes profi yazılmağı. Bu bambaşqa bir duyğular idi həqiqətən də. Növbəti ay ondan da artıq, o birisi ay ondan da artıq. Nəhayət gəldi o çoxdan gözlədiyimiz o həmin biznes konqres gəldi, çatdı. Bir gün biznes konqresdən bir gün qabaq da təlim olmalı idi. Təlimdən də 2 gün qabaq Jenyagil Bakıya gəlmişdi. Biz Vüqar müəllim, biz komandamız yığışdıq, getdik onları aeroportda qarşıladıq. Orada artıq özümü təqdim elədim. Dedim ki, Fuad müəllimin yoldaşı yadınızdadır da, demişdi sizə, onda 5000 idim filan, nə bilim, nə belə, elə. Sonra təlimdən bir gün qabaq israrla dedi ki, yox, Aydan mütləq təlimə gəlməlidir, çünki o professionaldır, həmin təlimdə o da iştirak eləməlidir. Həmin təlimə də mən qeydiyyatdan keçməmişdim. O əlavə 85 manat ödənişi var idi. Konqresin ödənişi 110 manat idi. O biznes təlimin ödənişi də 85 manat idi. Qeydiyyatdan keçmədən, heç bir ödəniş etmədən, o deyir adamın gərək day olsun. Jenya tutdu mənim əlimdən, gəldi məni Yuranın yanına bir dənə belə göz qaş elədi, məni saldı içəri. Yəni pulum cibimdə qaldı, amma özüm təlimdə iştirak elədim. Çünki son momentdə mənə deyildi də. Yəni mənim ora getmək planımızda yox idi. Vüqar müəllim deyirdi ki, əşi nə vacibdir oraya? Onlar nə bilir ki, biz onu bilmirik ki, biz ehtiyac yoxdur da, yəni o baxımdan deyirdi ki, yəni ora ehtiyac yoxdur getmək. Ona görə yəni soyuq yanaşmışdım. Yoxsa mənim üçün hər tədbir, hər təlim bir fürsətdir də. Yəni onu mən özümə bilirəm, fürsət bilirəm ki, gedim yeni nəsə bir şey öyrənim. Amma getdik. Yəni Jenya dedi deyə artıq gecə ilə onlar qeydiyyatdan keçir. Sadəcə gec idi, mən qeydiyyatdan keçə bilmədim. Jenya dedi ki, sötəki gəlsin, mənlikdir də, yəni mən həll eləyəcəm. Doğrudan da təsəvvür edin ki, o boyda lider tutub sənin əlindən, bir həyəcan məni bürüyüb, əlimdən tutub məni içəri salır. Keçdik içəri, təlim qutardı, 2 saat, 3 saat belə davam eləmişdi. Təsəvvür edin, gecə saat 1-də bilmişəm ki, mən sabah səhər tezdən təlimə gedirəm. Heç bir hazırlıq görməmişəm, qızların yadındadır. Mən krasovka ilə, adi geyimdə durdum, getdim o tədbirə. Deyirəm ki, yəni adama bir qabaqcadan deyərlər də, deyirəm mən salona getməli idim, mən normal bir paltar geyinəydim. Dəhşətli bir şey idi də, yəni, amma dedim eybi yox da, yəni getmək lazımsa gedirəm. Durdum, getdim. Növbəti gün amma konqresə xüsusi hazırlaşmışdım qabaqcadan. Nəsibə xanımla bir yerdə getmişdik, bazar paltarza dalmışdıq, eləmişdik ki, səhnəyə çıxacaq da bu kişinin qızı. Nəysə getdi, gəldi həmin gün, gözlədiyim o gün konqres gəldi, çatdı, səhnəyə çıxdıq. Orada təbriklər filan. Bir dənə o səhnəyə çıxanda təsəvvür edin ki, bütün hər yerdən işıqlar gəlir adamın gözünə. Sən bir dənə belə salona baxırsan, auditoriyaya baxırsan, bir anlıq belə gözlərim doldu. Ondan sonra belə içim də belə, ürəyim də elə bir ki, çıxır da yerindən. O dərəcə belə tap döyünür. Baxdım belə bir dənə səhnəyə, dedim nəhayət ki. Yəni Newjeli, yəni bunu mən yaşayıram həqiqətən, yoxsa yuxudayam. Utanmasaydım yanımdakilara deyərdim ki, bir dənə mənə belə çimdikləyin, görüm mən yuxudayam. Kim nə dərəcədə nə hisslər keçirdirdi deyə bilmərəm. Amma mən özümə cavab deyəm ki, mənim üçün həm sevincli, həm həyəcanlı, həm o zəhmətimin bəhrəsi, neçə illər çəkdiyin zəhmətin bəhrəsi hamısı birində idi də. Yəni həmin gün o səhnədə. Hətta mənə o znaçokumu, bir də o belə plakatımız var, bizim şəkillərdə yəqin görmüsünüz də, üstünə yazılıb biznes profi, kompaniyanın znaçoku belə böyük kardondan. Onu mənə İzahat İbrahimova, hal-hazırda qlobal biznes liderdir, o təqdim elədi. İzahat xanımı da ondan bir gün qabaq təlimdə ilk dəfə idi, yaxından görürdüm. Videolarda, şəkillərdə görmüşdüm. Amma o xanım mənim üçün çox dəyərli bir xanım idi. Dağıstanın qlobal lideridir.
o qədər zəhmətkeş bir xanım olub ki, onun həyat hekayəsini mənə Fuad müəllim danışanda mən ağlamışdım. Həqiqətən ağlamışdım. O dərəcədə təsirli bir. İndi inşallah bir gün mən danışaram. Kimlər bilmirsə, danışaram o xanımın həyat hekayəsini, uğur hekayəsini. Yəni o boyda zəhmətdən sonra bu gün Dağıstanda bütün ofislər İzahat İbrahimovanındır. Yəni çox imanlı, dinli, əxlaqlı, belə dəhşət bir xanımdır da həqiqətən. Onunla orada yaxınlaşdım, şəkil çəkdirdim, çox sadə, səmimi. Səhnədə də qismətdən, yəni top liderlər verirdi də, hərəyə biri verirdi. Mənə qismətdən bu düşdü, İzahat xanım düşdü. Onu mənə təqdim elədi, qucaqladı, öpdü, təbriklər filan. Səhnədən düşəndə bir də gördüm ki, Jenya xanım qaça-qaça gəlir, deyir ki, Aydan dayan, dayan, dayan. Mənim şəklimi çəkdi, elədi. Başqa professionallar da, yəni öz komandasının şəkillərini çəkdi. Uma xanım var idi orada, Elvira xanım var idi orada, sonra Cəmalə var idi orada, sonra kim var idi bizdən? Professionallar elə biz idik də, bizim komandadan, hə. Bir şəkillərimizi çəkdi, elədi. Yəni bambaşqa bir duyğular idi həqiqətən də. Sonra yayında da şirkətin istehsalat mərkəzinə getdik. Orada da yəni həyatımın unudulmaz günlərini yaşadım. 5 günlü həyatıma qızıl hərflərlə yazıldı. Qızlara videolar atırdım, canlı açırdım oradan. Həmin yəni orada açdığım o canlılardan, ümumiyyətlə o tədbirdən, o paylaşımlardan nə qədər mənə geri dönüşlər oldu. Nə qədər qeydiyyatlar oldu müştəri kimi, konsultant kimi. Çünki insanlar şablon şeyə gəlmir də. Yəni məhsul gözəldir, həqiqətən gözəldir. Ümumiyyətlə şəbəkə marketinqlə məşğul olan şirkətin yadınızda saxlayın. Heç vaxt məhsulu pis ola bilməz. Heç vaxt. Çünki avtomatik bir dənə məhsulun keyfiyyətsizliyi ucbatından bir adam məsələn deyək də zərər görübsə, neqativ bir hal yaranıbsa, onun komandasında olan hamının getməsi deməkdir. Ona görə şəbəkə marketinqlə məşğul olan şirkətin məhsulu 100% keyfiyyətli olmalıdır. Bu bir mənalı olaraq. Mən də məhsulu sevirəm, həqiqətən sevirəm. Çünki məhsul yaxşı olmasaydı, məhsul keyfiyyətli olmasaydı, mən yox idim. Mən yox idimsə da, indi siz var idiniz, yox idiniz, bilmirəm. Mənim komandam, qismətdə mənim komandam olmaq var isə, o demək ki, siz də yox idiniz. Qismətinizdə var idisə bu şirkətdə olmaq, bəlkə kimlərinsə komandasında olardınız, amma mənim komandamda olmayacaqdınız, mən də yox idim. Amma yəni məhsul qəşəngdir, keyfiyyətlidir. Bugün buradayam, bugün xoşbəxtəm. Çünki həm özümün, həm əzizlərimin, doğmalarımın sağlamlığını məhsullarımızla qoruyuram, rahatam. Yəni gözəllik qatırıq bu məhsullarla. Ən əsası işi sevməkdir. Həqiqətən insan bir işi sevəndə, o işdən zövq alanda heç bilmirsən necə olur, pulda gəlir, uğurda gəlir. Sən sevirsən prosta, sən işini sevirsən. Sevdiyi işlə məşğul olmaq. Ona görə də mən, düzdür, mən uşaqları sevirəm, öz peşəmi həqiqətən sevirəm. Çünki mən ibtidai sinif müəlliməmi çox istəmişəm, çox istəmişəm. Ona olan o istəyimdən bəlkə məndə müəllimliyə, necə deyim, maraq yaranıb. Bacımın yadında olar, bəlkə mən uşaq vaxtı yığırdım belə kuklalarımı, hamısını, dururdum, belə güya lövhənin qabağıdır. Qışqırırdım üstlərinə, belə stolun üstünə vururdum, müəllimlik eləyirdim. Yəni uşaq vaxtı o oynamağım, mənim tək başına oynamağım bundan ibarət olurdu. Yəni mən zövq alırdım. O var idi mənim içimdə uşaqlıqdan. Amma böyüdükcə, real həyatla qarşılaşdıqca mən gördüm ki, mən bu qədər zəhmət çəkirəm. Mənə dəyər verən dövlətdə deyiləm. Bəlkə başqa bir ölkədə mən müəllimlik eləsəydim, bəlkə də başqa cür olardı hər şey. Amma burada gördüm ki, yox. Yəni öz simen yoldaşıma baxırdım. O vaxtını güdürdü, amma mən zəhmət çəkirdim, boğazımı cıra-cıra danışırdım. Ortalıqda heç nə yoxdur da. Yəni eyni maaşı alırdıq. Hələ üstəlik o stajına görə məndən hələ 5-10 manat da çox alırdı. Amma mən bu şirkətdə dəyər gördüm. Amma mən bu şirkətdə zəhmətin müqabilində necə deyim, qiymətləndirilmə gördüm deyə həqiqətən də sevdim. Mənə puldan çox, pulu Sibir qızlar evə gələndən sonra sevməyə başlamışam. Mənə puldan çox o yaşadığımız o əyləncəli anlar, birlikdə keçirdiyimiz o şeylər o qədər mənə sevinç, həyəcan qatır ki, pul da onsuz da gəlir də, yəni pul da gəlir, zaten gəlir. Ona görə həmişə pozitiv olmağa çalışın, həmişə insanlara faydalı olmağa çalışın. Faydalı olduqca onsuz da həqiqətən də pul gəlir. Mən ən çox puldan çox uğurlu olmaq istəmişəm həmişə. Şükürlər olsun ki, uğur da var, pul da var. Belə bir şirkətdəyik, belə gözəl qızlarım var, belə qəşəng komandam var. Allaha şükürlər olsun.
çalışın vision qurmağı özünüzdə formalaşdırın. Vision qurduqca, baxın mən onu mən vision qurmuşdum ki, mən Jenyanın qarşısına deməmişdim, yəni kəlmə olaraq deməmişdim hansıra. Amma kifayət qədər, bu sözüm yadımdadır ki, kifayət qədər ciddi rangda olacam demişdim. Doğrudan da kifayət qədər ciddi bir rangda, professional rangı, ciddi pullar, ciddi nailiyyətlər professionaldan başlayır. Və Allaha şükürlər olsun ki, Jenyanın sevimlilərindən birinə çevrildim. Seva gördü də, yəni bizim münasibətimizin abranda. Yəni hər dəfə gördükcə daha sıx münasibət yaranır. Məsələn, biznes konqresdən sonra ki münasibətdən qat-qat daha çox indi münasibətimiz bizim yaxınlaşdı. Çünki az bir vaxt deyil, 3 gün birlikdə vaxt keçirdik. Ümumilikdə 5 gün, amma 3 gün bir yerdə qaldıq, bir yerdə yatdıq, durduq, səhər yeməyimiz, yeməklərimiz bir yerdə, təlimlərimiz, yəni o həqiqətən də liderə insanı daha da yaxınlaşdıran şeylərdir. Elə bir insanın komandasındayıq, yəni elə bir pozitiv, gözəl qəlbli bir insanların komandasındayıq. Vüqar müəllim kimi güclü bir liderin komandasındayıq. Mənim üçün çox dəyərli, öz əmilərimdən də dəyərli bir insanın komandasındayam. Mən öz rəhbərlərimdən həqiqətən çox şey öyrənmişəm. Hətta Vəfa xanımı tanıyırsınız da, bizim Vəfa xanım mənə deyir ki, sən deyirdin, mən çünki o Vəfa müəllim Fuad müəllimin, Vəfa xanım Fuad müəllimin komandasındadır. Yəni Fuad müəllimi kifayət qədər tanıyır da. Birini sən danışdıqca mən baxıram ki, sənin videolar var. Həqiqətən də sən Fuadı kopyalamısan da, yəni sırf onun kimi danışırsan. Elə bil ki, onun qadın versiyasısan da. Doğrudan da elədir. Yəni rəhbəri kopyalamaq, lideri kopyalamaq, insan nə vaxt kopyalamaq istəyir? Liderini sevəndə, ona heyranlıqla baxanda, söhbət təkcə o sevgidən getmir də. Yəni çox istəyirsənsə öz liderivi, öz rəhbərivi, ona heyransansa, belə deyək, ona istər-istəməz adam özünü oxşatmağa başlayır. Özündən bir ixtiyar özünü ona oxşatmağa başlayır. İndi mənə də ən çox kimlər oxşuyursa, deməli mənə ən çox istəyənlər olardı da, baxıram da mənə görürəm. Belə, yəni həqiqətən də düz yoldayıq, yaxşı yoldayıq, yaxşı işlə məşğuluq. Öz işinizi sevin. Həqiqətən də insan öz arzularına burada çatmağa başlayır. İnsan öz məqsədlərinə burada çatmağa başlayır. Uşaqlıqdan o toz basan məqsədlər, arzular ki var, o burada reallaşır. Reallaşan yüzlərlə insan tanıyıram. Çalışın, baxın o cür videolara, Siberian Wellness-da uğur qazanan insanların hekayələrinə baxın. Heç kim rahatlıqla, asanlıqla gəlib bir yerlərə çatmır, inanın mənə. Hamımızın çətin günlərimiz olub, hamımızın, inanın elə günlərim var ki, mənim yadıma düşəndə mənim gözlərim dolur. O çətinliklər yadıma düşəndə mənim gözlərim dolur. Fikirləşirəm ki, ilahi, gör hardan hara gəlmişəm mən. Yəni, bugünkü günümə milyon dəfə şükürlər olsun ki, o çətinliklərdən qorxub geri çəkilməmişəm. O çətinliklərdən qorxub çətinliklərə sığınmamışam. Həyat onsuz da çətindir. Mən o çətinliklərin üstünə getmişəm. Bu yaxınlarda bir söz işlətdimi, hansısa liderlərdən birinin sözüydü. Yazdırdım sizə təlimdə ki, yəni, əlinizdən gələnlərin deyil, əlinizdən gəlməyənlərin, yəni bacarın. Çünki insan əlindən gələni onsuz da eləyə bilirsən də, bilirsən ki, bunu eləyə bilərsən. Əlinizdən gəlməyən o demək ki, siz o şeyi bacarmırsınız. Deməli, onu bacarmadığınızı öyrənməlisiniz ki, onların da öhdəsindən gələ biləsiniz. İşimiz çətin deyil, sadəcə olaraq dünən Seva xanımın bir əməkdaşı ilə söhbət edirdim. Deyirəm, işimiz həqiqətən asandır. Ona görə asandır ki, yəni, biz özümüz istifadə eləyirik bunu, içirik bu məhsulu, çəkirik bu məhsulu. Sadəcə danışırıq da. Yəni bizim işimiz danışmaqdır. Danışmağa harda pul verirlər? Amma şirkətimiz pul verir. Deyir, danışın, mən də verim. Sənin danışmağın, sənin təqdimatının müqabilində həmin şəxs şirkəti tanıyır və yəni sənin vasitənlə komanda qurulur. Əlbəttə ki, şirkət maraqlıdır sənə pul versin. Yəni şirkətin çox sadə şərtləri var. Ona görə də yəni məhsulları yaxşı tanıyın, tanıdın, özünüz görəcəksiniz ki, özünüz də bilmədən iş görürsünüz. Artıq burada kifayət qədər iş görən xanımlar var. Amma
arxayın olun. Arxayın olun ki, çox güclü bir şirkətdəsiz. Yəni şirkətin masştabı çox genişdir, çox böyükdür. Bu qədər uğur qazanan insanlar var. Yəni 3-5 nəfər deyil ki, deyəsən ki, bəxtəbəxt olub da, yəqin bunlar alınıb bunlarda. Görün nə qədər insan var, yüzlərlə, minlərlə, sayı hesabı yoxdur. Günü-gündən qeydiyyatlar artır. Hər gün ərzində statistikaya baxın. Gün ərzində bilirsiniz nə qədər qeydiyyatlar olur bizim şirkətimizə? Müştəri kimi və yaxud da konsultant kimi. Bu bilirsiniz nə deməkdir? Bu inkişaf deməkdir. Günü-gündən inkişaf eləyirik, günü-gündən böyüyürük. Yəni belə bir necə deyim, böyüməkdə olan bir şirkətin içində olmaq, o dalğaya qoşulmaq özü bir lütfdür, özü bir uğurdur. Həqiqətən də. Ona görə qayıdıram söhbətimin əvvəlinə, Siberian Wellness-da olmaq həqiqətən də özü bir uğurdur. Artıq siz və burada neçə nəfər varsa, artıq siz uğurlu insanlarsınız. Bugün ola bilər siz hələ 50 bal eləyirsiniz, ola bilər hələ heç nə eləmirsiniz, eləyə bilmirsiniz, tutaq ki. Amma inanın mənə, buradasınızsa, aramızdasınızsa siz artıq uğurlu insanlarsınız. Sadəcə olaraq Allah Taala, mən o vaxtı Fuad müəllimə bir söz demişdim. Dedim ki, mənə ən çox motivasiya verən sənin bir dənə cümlən olmuşdu. Deyir, nə olmuşdu? Deyirəm, sən mənə demişdin ki, səndə potensial var. Belə bir söz işlətmişdi mənə. Deyirəm, o cümləni bilmirəm niyə işlətmişdin də. Çünki mən aktivlik yox idi da məndə. Mən sakit, sadə, belə də ağıllı bir, sakit, belə baş aşağı bir qız idim da. Yəni məndə nə görmüşdün ki, sən o sözü işlətmişdin? Bir də ümumiyyətlə hər bir insanda Allah Taala potensial qoyub da. Bu aydın məsələdir də. Hər kəsdə potensial var. Sadəcə olaraq sən onu, o knopkanı basıb ya onu xoda salırsan, ya da ki, məsələn, misal çəkim, ağlıma indi tozsoran gəldi. Tozsoranın potensialı nədir? Evləri sovurub, yəni tozunu, zibilini sovurmaqdır da, düzdür? Öz-özlüyündə o neyniyə bilər? Sovura bilər. Robot tozsoranı çıxaq da, biraz geriyə qaydaq. Knopkasını gərək basaq, onu toka salaq, knopkasını da basaq, ondan sonra o başlayır da, xoda düşür. Düzdür? O potensialını artıq knopkası basılandan sonra göstərə bilir ki, bu nələrə qadir imiş. Bax, mən bir növ elə idim. Öz-özlüyündə sadə, sakit bir insan idim. Amma knopkam basıldı. Başa düşdüm ki, məndə potensial var imiş. Sən demə, mən nələrə qadirəmmiş, nələr yarada bilərəmmiş. Amma mən özümü tanımırdım. Mən özümü burada kəşf elədim. Mən özümü burada tapdım, həqiqətən də. Başqa işlər fikirləşirəm ki, mən məsələn müəllim kimi fəaliyyətimə davam eləsəydim, bugünkü aydan olaraq başlasaydım, başqa cür olardım. Amma o vaxt üçün mən belə də sakit gedirdim işimə, gəlirdim, işimi sevirdim, aktiv idim öz işimə görə. Amma ümumiyyətlə həyatda möhkəmlənmək, həyatda o çətinliklərlə mübarizə aparmağı mən bu şirkətdə öyrəndim. Mən burada nəsə bacardığımın şahidi oldum ki, mən bu çətinlikləri keçdimsə, vəssalam, mənə ölüm yoxdur. Həqiqətən də. Belə, xeyli vaxtım buradayıq. Deyəcəklərim bu qədər. Çox yormaq istəmirəm sizi. İnanıram ki, sizin üçün maraqlı oldu. Bəlkə də kimlərinsə bilirdiniz uğur hekayəsini, bura gəlişini, bu şirkətlə tanışlığını, kimlərinsə bilmirdiniz. Məni də bir neçə dəfə danışmışam, yəqin ki, hər dəfə bir istiqamətdən danışıram da. O qədər danışılası şey var ki, əslində. Hər dəfə bir şeydən danışıram. Bəlkə də, bilmirəm, nə dərəcədə sizin üçün maraqlı oldu, nə dərəcədə maraqsız oldu. Amma inanıram ki, faydalı oldu. Çünki istəyim budur ki, sadəcə olaraq istəyim budur ki, həqiqətən hər kəs özü öz ayaqlarının üzərində dayanmağı bacarsın. Özü, yəni, necə deyim, öz potensialını kəşf eləsin, öz gücünü görə bilsin. Açın, yəni icazə verin özünüzə ki, yoxlayın, görün mən nələri bacarıram. Yəni, Timbuli burada tək deyilsiniz, burada tək qalmırsınız, həmişə dəstək var, həmişə kömək var. Həmişə deyirəm, təkcə rəhbərlər tərəfindən yox. Bax, məsələn, bu danışan xanımlar hamısı mənim komandamın xanımlarıdır da, düzdür. Nəinki rəhbəri olaraq mən tərəfdən kömək. Bir-birlərinə də kömək eləyirlər, bir-birlərinə də dəstək olurlar. Bir də görsən ki, məsələn,
Səbinə məsələn deyirəm də Aynura hansısa bir məsələdə kömək eləyir, nə bilim Sevinç Aytənə hansısa məsələdə bir kömək eləyir. Yəni o qarşılıqlı bax adicə bir şey yadıma düşmüşkən deyim. Bilirsiniz ki, mayın 14-ü bizim tədbirimiz olacaq. Tədbirimiz deməli linki atdı 2 ay bundan qabaqda. 2 ay olar da, hə? Xavər nə vaxt atmışdı? Xavər atdı qrupa, bizim qrupa da Aynur atdı, o qrupadan götürüb atdı. Təsəvvür edin ki, bir neçə saatın içində, 4-5 saatın içində 500 nəfər yer tutuldu. Ancaq ora konsultantlar gələ bilər də, yəni 200 baldan yuxarı eləyən konsultantlar gələ bilər. Tez girdik, hamımız qızlara tapşırdım ki, davay komandamıza şey eləyin, kimlər gələcək, tez-tez qeydiyyatdan keçin. Yəni yerlər tez tutulur da, bilirəm mən bu tədbirlərin şahidi olmuşam ki, çox tez tutulur. Ona görə zirək olmaq lazımdır, cəld olmaq lazımdır. Hamı qeydiyyatdan keçdi. Bizim bu Aynurə xanımımız qeydiyyatdan keçə bilməmişdi. Bilmirəm niyəsə də arxayın imiş ki, yəqin nə vaxtsa istədiyi vaxt qeydiyyatdan keçə bilər də. Mənə deyəndə dedim yoxdur, Aynur yer yoxdur. Yəni gərək sən tez eləyərdin. Mən deyirəm bilməmişəm heç sən qeydiyyatdan keçməmisən. Mən bilsəydim mütləq durardım o şeyin üstünə ki, sən ora gəlməlisən. Çünki BT1000 rangındadır, yəni orada olmalıdır da. Belə tədbirdə bir dəfə gəldi Jenyagillə olan tədbirə. Yəni orada təkcə bizim komandaydı, yəni Qromovlar komandası. Amma indi bütün Azərbaycan komandaları olacaq. Yəni kampaniyanın özünün Azərbaycanda təşkil etdiyi bir tədbirdir. Yəni çox qəşəng olur, çox maraqlı olur. Simbol 15 illikdir, daha maraqlı olacaq əminəm ki. Dedim belə də, yəni. Sonra o günləri mən Nəsbə xanımgildə idim. Orada şeylədi, dedim ki, bəs belə-belə də, necəsə söhbət açıldı. Dedim ki, bəs Səbişin bir Aynurəsi var, o da istəyir tədbirə, heyfdə gərək Xavərə deyim, eləyim ki, görən yer olar, yəni kimsə imtina eləsə, tez biz eləyək də. Bilmirəm o gündən bəri necəsə yoxlayırmış, nə edirmişsə. Bir də görəm mənə dünən mən də yoldayam, əlimdə veşlər var. Mənə zəng vurub ki, Aydan tez Səbişə dinən, girsin o qızı qeydiyyat eləsin. Deyirəm, hə, yaxşı, tez ad boyladım, tez yığdım Səbişi. Deyirəm, Səbiş tez Aynuşu qeydiyyatdan keçir. Yəni belə baxanda Nəsibənin nəyinə lazımdır ki, Aynurə tədbirə gəlsin, gəlməsin. Amma yəni o komandanın o birliyi həqiqətən də mənə belə ləzzət elədi ki, yəni necə deyim, o birlikdə yəni necə deyim, uğurlara birlikdə can atırıq. Hamı istəyir birlikdə. İndi inşallah tədbirdən çıxandan sonra qəşəng gedərik bir yerdə oturarıq, eləyərik. Tədbirlərdən sonra bizim ənənəvi bir adətimiz var da, gedirik, otururuq hardasa qəşəng çay filan. Yenə də eləyərik inşallah. Gəzərik, eləyərik özümüz üçün qəşəng video roliklər çəkərik. Yəni bilmirəm, hamı inşallah. Bilmirəm hamı mənim kimi düşünür, eyni emosiyalarla düşünür. Mən o birlikdəlikdən zövq alıram. O şeylərdən zövq alıram ki, çəkək, paylaşaq, göstərək, daha çox insanları cəlb eləyək komandamıza. Mən belə şeylər mənə ləzzət eləyir. Bilmirəm hamı mənim kimi düşünür yoxsa yox. Düşünmürsə də mənim kimi düşünməyə başlayın. Çünki baxışın növü baxış gətirər deyirik də. Gərək oxşayasınız mənə, oxşayasınız ki, hamımız eyni şeydə olaq, enerjidə olaq ki, eyni enerji ilə insanları özümüzə çəkək. Kimdir bizi burada maç elədi? Sağ olun. Belə, deyəcəklərimiz bu qədər. Hamınıza təşəkkür edirəm. Emosiyalarımızı səsli olaraq, mimikalar, kameralar açıq olanlardan görürəm, mimikalar, gülümsəyənlər var, amma mikrofonlarınızı 1-2 saniyəlik açıb öz emosiyalarınızı bildirsəz, çox yaxşı olardı. Çox uzatmadan yekunlaşdıraq, çünki gecdir. Hə, kimsə söz demək istəyirsən? Əla. Kiminsə sözü varsa 5-10 saniyəlik mikrofonu açıb fikrinizi bildirin. Yoxsa da Axşamınız xeyir olsun. Buradan da Axşam. sizə o biletə görə təşəkkür edirəm. Öpürəm sizi. İnsan bir şey ürəkdən istəməlidir. Düşünürəm ki, hər birimiz burada olmağı ürəkdən istəyirik. Bu məhsulları da içəndə ürəkdən içməliyik ki, həqiqətən də o bizə təsirini göstərsin. Və yeganə təlim oldu ki, hazırlaşmamış belə hamı öz ürəyindən keçən keçdi. Mən də özümdə bayaqdan xəyal edirəm ki, belə danışacağam. Amma vaxtımız məhduddur. İnşallah bunu bir daha öncə səfərdə təşkil edərsiniz. Danışmayanlar da öz fikirlərini bölüşər. Həqiqətən də çox maraqlı təlim olur. Mənə maraqlıdır ki, görən Sevinç xanım həyəcanlandı, yoxsa yox? Yox.
Görərsiniz onu. Həyecanlandım mı? Yox, həyecanlanmadım mən. Heç cürə Yox, mən də həyecanlanmadım. Hə, bu bilmirəm. da Hiss elədiniz mi lap siz? yaxşı. Hə, Hiss yo, hiss eləmədim. eləmədim. Yəni siz özünüzdə hiss elədinizsə. Çünki niyə Aynur xanım? Ona görə ki, mənim gəlişim olub bu. Mənim izim olub. Mənim uğur tarixçəm olub. Mən özümü necə dana bilərəm? Necə özümlə danışanda həyəcanlana bilərəm? Amma ücə artıq hansısa bir zuma hazırlaşanda professional cəhətində gərək ona hazırlaşaq ki, qarşıdakı insanlara ötürək. Mükəmməlliyə biz komandamızın rəhbəri olaraq Fuad müəllim elə deyir. Biz də onun ardınca gəlirik də. Onlar o formada gedirik. Amma belə bu mənim ürəyimdən gələn, həyatımın düsturu olan bir belə deyək də tapşırıqdır. Bunu mən heç cürə nə həyəcana bilərəm, nə bir şey. Necə gəldi danışdım rahatlıqla. Hətta çox var idi. Prosta dedim yox, zaman alınmasın da. Təşəkkür edirəm Neysə, diqqətin təşəkkür üçün. Çox sağ olun. Sağ olun, çox sağ olun. Həqiqətən də maraqlı idi hamını dinləmək. Çox sağ Xanımlar, olun. bir şey nəzərinizə çatdırmaq istəyirəm. Bu məhsullarla əlaqəli həqiqətən düzdür, mövzuya uyğun olmasa da, amma mən bilməm, yəni borc bildim sanki deməyə. Mən məhsullarımız doğrudan da o qədər möhtəşəmdir, o qədər gözəl nəticəsi var ki, mən dünəndən 7 günlük doğulmuş pişiyimizə dünəndən epan verirəm. Maşallah. Özü də Görünəcək. elə də həyasızlar. Elə bilirlər ki, süd əmirlər. Elə də gözəldir belə şey eləyirlər ki, və indi başlayacağam anasına Navamin epan verməyə. Yəni məhsullarımızın doğrudan da nəticəsi doğrudan da yəni möhtəşəmdir. Bunu vurğulamaq istədim. Təşəkkürlər. Biz də toyuq cücəmizə veririk də Navamini. Gözəl. Aynur, sənin söz və qüvvət. Bunun neçə gündür burnunda belə qara var, qapqara. Nədirsə bilmirəm, anasından düşüb nədirsə. Neçə gündür vururam, indi gedir. Koreni vururam, özü də yeyir, elə qəşəng də yeyir ki, nətər. Anası da gəlir onu yeyir, derim laf yaxşı, yeyin qurdunuz getsin. Bax bu axşamacan oynayır, bizi qoymur yataq. Koren qurtları təmizləyir, между прочим. Ona Bəli. içsin, yesin elə, içsin, yalasın bir.